Salam əziz tələbələr, sınavlarımızın izahına sınav 17 izah ilə davam edirik. Deməli, 17-ci sınavda ilk sualımız fiqur ədəd dərəcələrlə bağlı bir sual tipidir. Çox vaxt itirmədən birbaşa qayda-qanunluğu deyəcəm. Deməli, 9 ilə 7-ci cəmi qolları toplayırdı 16, başla ayaq hissəsində 1 toplayırdı, 10 burada, 6 burada, 16. Eyni qaydada, baxın, qolları toplayır 16, yenə ayaqla baş hissəni toplayır, bu bizə neçəni verirdi? 16 verirdi. Yenə baxın 8 ilə 9 toplayacaq qolları. Bu bizə verəcək 17-ni. Ayaq hissə ilə baş hissəni toplayacaq, yenə 17 almalıdır. 2 üstə 4 gəlində 6. Deməli, sual şərəsi yenə 11 olmalıdır ki, cəm 17-ni versin. Cavab oldu Y variantı. İkinci sual. Fərqli variantı müəyyən etməliyik. Binada mənzil, mənzildə otaq olur. Ağacda yarpaq, yarpaqda saplaq olur. İnsanda ayaq, ayaqda barmaq olur. Ağacda meyvə, meyvədə toxum olur. Səhrada kenguru, kenguruda quyruq. Baxın, səhrada olmur kenguru. Yarım səhra iqliminə daha çox xasdır, amma istənilən halda səhrada kenguru olmur. Burada fərqli bir canlı yazsaydı, məsələn, səhrada birbaşa yaşayan canlı olaraq biz nəyə bilirik? Məsələn, tutaq ki, dəvə yazsaydı, o uyğun gələ bilərdi. Amma kenguru səhra heyvanı deyil deyə burada fərqli variantımız olacaq Y variantı. Üçüncü suala baxırıq. Şəkil cədvəlləri suallarını dedik ki, adətən sətr-sətri baxmaq daha məqsədə uyğundur. Baxın, ağ kvadrat, qara kvadrat, qara kvadrat. Deməli, bir sətirdə bir ağ, 2 dənə qara kvadrat var. Yenə, üçüncü sətrə baxın, bir qara, 2 qara, bir ağ. Bir ağ, 2 dənə qara oldu. İndi mən ikinci sətrə baxsam, baxın, bu qara rəngdədir. Biraz rəng burada gedib, qara, ağ, 2 dənə qara olmalı deyə bura nə rəngdə olacaq? Qara rəngdə olacaq. Avtomatik mən nə edirəm? D variantını silirəm. Daha sonra D-də çünki ağ rəngdə verilib. Sonra, baxın, əks istiqamətə baxan oxlar, qarşıya baxan oxlar, çarpaz vəziyyətdə baxan oxlar. Qarşı-qarşıya baxan oxlar, əks istiqamətə baxan oxlar, deməli, çarpaz vəziyyətdə baxmalıdırlar. Burada ortada olduğu kimi bu vəziyyətdə olmalıdır hardasa oxlarımız. A-da o vəziyyətdə deyil, B-də o vəziyyətdə deyil, C-də o vəziyyətdə deyil. Deməli, doğru cavabımız olur Y variantı. Dördüncü sual, fərqli variantı tapın. Balina, turac, yarasa, suiti, meymun. Balina bildiyimiz kimi balıq deyil, məməlidir. Yarasa quş deyil, məməlidir. Suiti məməlidir, meymun məməlidir. Turac isə quşdur. Deməli, fərqli variantımız oldu B. Yəni, hər bir məməlidir, turac isə məməli deyil deyə fərqli variant olaraq B-ni götürdük 4-cü sualda. 5-ci sual. Baxın, ortaq olanlar ixtisar edib sadəcə. Bu üçü qalıb götürüb çəkib bura. Yenə ortaq olanları ixtisar edir. Kvadrat ortaq fiqurda axı. Qalanları çəkir bura. İndi baxıram burada, baxın bu dairə ortaq fiqurdur. Bunu siləcək. Digərlərini hamısını götürüb çəkəcək. Bir dənə kvadrat içərisində x olan, bir dənə sadə kvadrat, bir dənə də ulduz. Hansı variantda var? İndi diqqətlə baxsaq B variantına verilib. Deməli, doğru cavabımız nerə olur? B. Daha sonra keçirik növbəti 6-cı sualımıza. Diqqətlə baxsaq, ya deyə bilər ki, fiquru 180 dərəcə fırladır, ya da deyə bilər ki, qarşı-qarşı yerlərini dəyişir. Baxın, bu ştrixli xəttlər burada haradadır? Aşağı düşüb aşağıdadır. Aşağıdakı bu ştrixli xəttlər isə haradadır? Yuxarıdadır. Sanki qarşı-qarşı yerlərini dəyişib və 180 dərəcə dəyişib. Fiqur bütövlükdə 180 dərəcə fırlanıb. Fərqi yoxdur, hansı istiqamətə fırlansın. 180 dərəcə fırlandıqda biz bilirdik ki, hər şey əksinə dəyişir. Yenə eyni qaydada bunu 180 dərəcə fırlatsaq, yuxarıda olan bu hissə harada olacaq? Aşağıda olacaq. Yəni aşağıda olacaq xəttlər bu vəziyyətdə. Solda olan bu xəttlər harada olacaq? Sağda olacaq eyni vəziyyətdə. Yəni sol sağa keçəcək, yuxarı aşağı. Bunlar ağ olacaq. Buradakı fiqurlar bu vəziyyətdə olur. Gəlib baxıram ki, həmin vəziyyət harada verilib? 6-da D variantında verilib. Deməli, doğruluğumuz D variantı olmuş olur. Artıq bunlar qarşı tərəfə keçir deyə bu hissələr ağarmış olacaq. Ona da nəzər yetirmək lazım idi. 7-ci sual anaqramdır. Hərf səhvi var idi burada. Deməli, B-də zoologiya yazılmışdı. Zoologiya. Anatomiya yazılmışdı. Deməli, C variantında. Daha sonra sitologiya yazılıb. D-də. Və qalır A variantı və Y variantı. Sadəcə sitologiya sözündə 2 dənə o hərf olmalıdır, 2 dənə A hərfi idi. Burada bir problem vardı, ikisi bir problem vardı. Y-də mexanika yazılmışdı.
A-da botanika yazılmışdı. Yine burada hərf səhv vardı. Bir dənə A hərfi çatışmırdı. Baxın, əslində düşünən bu idi. Botanika, zoologiya, anatomiya, sitologiya hər biri elmdir. Mexanika artıq burada elm növü deyil. Bu bir ixtisas, peşə, ixtisas olaraq düşünmüş olacaqdıq. Ona görə mexanika burada fərqli variantı cavab olurdu Y. Sadəcə burada A variantında və D variantında hərf səhv var idi. 8-ci sual. M-in qiymətini tapmamızı istəyir bizdən. Çox primitivdir. Bir-birindən fərqli rəqəmlərdirlər, hərflər. Baxın, mən M ilə D-ni topladım, burada 0 alındı. 2 dənə rəqəmi toplasam 0 ala bilməz axı. Deməli, bu əslində neçədir? 10-dur. 20 də ola bilməz. Çünki 2 dənə müxtəlif hərfi toplayanda maksimal ala biləcəyimiz cəm 17-dir. Biri 9 olsa, biri 8 olsa 17-ni alaram. Yəni, istənilən halda bunlar 9-8 olsa belə, qarşı keçən nə olur? 1 olur. 17 alınır, 1 keçir. Deməli, əslində burada ikisini toplayanda 10 alınacaq. 0 yazmışam, 1 keçəcək qabağa. Deməli, M ilə D-nin cəmi nə olur? Əslində 10 olmuş olur. Ola bilsin ki, buradan da bəli yadda qalıb. Baxın, belə bir hal gördünüzsə, gördünüz bu hissəni. N toplansın K bərabər də K-ya. Bu halda N-in ala biləcəyi 2 dənə qiymət var. N ya 0-dır, ya 9-dur. Son qəbullara düşən 2 qəbulun ikisində də oxşar qayda var idi. Axırıncısı 2025 qəbulunda da, 2024 qəbulun ikinci cəhdində də. Eyni bu vəziyyət var idi. N ilə K-nı toplayırdıq, K alınırdı. Bu halda N-in qiyməti, baxın aşağı düşənin yox, digərinin qiyməti ya 9-dur, ya 0-dır. Vəziyyətdən asılı olaraq dəyişmiş olacaq bu da. Hansı olduğu vəziyyətdən asılı olaraq dəyişmiş olur. İndi digər tərəfdən artıq burada nə alınır? Baxın, tutaq ki 0 olardısa, N üstə nəsə gələrdi, K düşərdi aşağı və 9 olardısa, əvvəldən yadda qalandan 10 olardı. Onun üstə nəsə gələrdi, o düşərdi aşağı. Təbii ki, bunları bilməyimizə ehtiyac yox idi. Sadəcə bəzi yerlərdə istifadə etmiş olacaq. M ilə D-ni toplamışam. 2 rəqəm bir ədəd alınıbsa, bu neçədir? M 1-dir 100%. Çünki 2 rəqəm ədədlərin maksimal cəmi 17 olduğu üçün nə olsun qarşıya 1 keçəcək. Cavabımız A variantıdır. Növbəti operator sualdır. Baxın, çox mürəkkəb düşünməyəcəyik. 9-dan 1 çıxsam 8, 6-dan 1 çıxsam 5, 8-də 5, 40. 7-dən 1 çıxsam 6, 4-dən 1 çıxsam 3, 6, 3, 18. 11-dən 1 çıxsam 10, 6-dan 1 çıxsam 5, 10-u 5-ə vuranda 50. 8-dən 1 çıxsam 7, 7-dən 1 çıxsam 6, 7 dəfə 6, 42. Cavabımız olur 9-cu sualda deməz A variantı. Keçirik 10-cu suala. Ardıcıllıq sualıdır. Bir neçə formada düşünə bilərdiniz hətta bunu. Məsələn, 73-dən 9-a 64 faiz azaldı. 9-dan 41-ə onun 2 qatı qədər az 32. Yəni 2 dəfə ondan az artdı 32 vaid. 64 bölünsün 2 32. 32 2-yə bölsəm nə alır? 16. Baxın 16 vaid azaldı. 16 2-yə bölsəm 8. Baxın 8 vaid artdı 25 oldu 33. İndi 8 2-yə bölsəm 4. 33 4 vaid azaldı oldu 29. 4-ü 2-yə bölsəm 2. 29 2 vaid artıb nə olacaq? 31 olmuş olacaq. Olur cavab C variantı. Başqa nə deyə bilərdik? Baxın. 73 ilə 9-u toplayır. Nə alır? 82. Bölür 2-yə 41. 9 ilə 41 toplayır. 50. Bölür 2-yə 25. 41 ilə 25 toplayır. 66. Bölür 2-yə 33. Növbəti 25 ilə 33 toplayır. 60. 58. 2-yə bölür 29. Sonda 30 ilə 29-u toplayacaq. Bu bizə neçəni verəcək? 62. 62 ilə böləcək 2-yə alacaq 31. Belə də baxa bilərdiniz. Keçirik 11-ci sualımıza. Yazıb ki 5 dost gələcəkdə hansı peşə sahibi olacaqları barədə söhbət edirdi. Deməli, bir kənardan elə buradan qrup yazacaq. Azər hesab edir ki, onların istənilən birisi yalnız Kənanın istisna olmaqla bankir ola bilər. 5 dostumuz var. Bunlardan biri Azərdir, biri hələ ki kimdir? Kənandır. Sonra Muraddan söhbət gedib. Murad var. Namiqdən söhbət gedib və Elşəndən söhbət gedib. Deməli, Azər hesab edir ki, hamısı bankir ola bilər, hamısı bankir ola bilər. Yeganə Kənan istisna. Kənan ola bilməz. Daha sonra, Murad iddia edirdi ki, o zərgər peşəsinə yiyələnəcək. Murada görə Murad zərgər olacaq. Kənan isə güman edirdi ki, zərgər peşəsinə ən münasib namizəd Namiqdir. Kənan da düşünür ki, zərgər Namiq olacaq. Elşən heç vaxt həkim olmayacağını bildirdi. Elşən həkim olmayacağını düşünür
və bu zaman iddia edirdi ki, Azər həkim ola bilər. Azərin həkim ola biləcəyini düşünür Elşən. Namiq Elşəndən yaxşı aktyor çıxa biləcəyini, Namiq Elşəndən yaxşı aktyor çıxa biləcəyini düşünürsə, bu aktyor ola bilər deyə düşünür. Azərin isə heç vaxt həkim olmayacağını iddia edirdi. Azər isə heç vaxt həkim olmaz deyirdi. Deməli, burada artıq kimin fikri idi? Namiqin fikri ilə Elşənin fikri bir hissə üstə düşmədi. Lazım olsa geri dönüb baxacaq o hissəyə, düşə indi aşağı. İllər sonra məlum oldu ki, müəllim və zərgər olanların dedikləri həyata keçməyib. Burada kimsə müəllim olduğunu demişdi. Müəllimlə bağlı nəsə yazmışdıq mı burada? Diqqətlə baxaq. Bankirdən söhbət getmişdi. Zərgərdən söhbət getmişdi. Daha sonra zərgər ondan söhbət gedib. Həkimdən söhbət gedib. Daha sonra aktyordan həkimdən söhbət edib, müəllimlə ümumiyyətlə söhbət getməyib. Dediklər sonra məlum oldu ki, müəllim və zərgər olanların dedikləri həyata keçməyib. Aktyor, həkim, bankir və tamamilə haqlı çıxmışdı. Dostların hansı peşələri seçdiyini müəyyən edin. İndi mən yuxarı gəlib baxıram. Baxın, müəllim və zərgər olanların dedikləri həyata keçməyib deyir. Onsuz da heç kimə müəllim yazmamışam. Zərgəri kimə yazmışam? M-lə N-ə yazmışam. Gəlin görək M-lə N-in fikri nə idi? Azər hesab edirdi ki, onların istənilən birisi yalnız Kənan istisna olmaqla bankir ola bilər. Deməli, Kənan bankir ola bilməyəcəkdi. Bu getdi. Baxın, M və N, yəni Murad və Namiqdən söhbət edir. Murad iddia edirdi ki, o zərgər peşəsində yiyələnəcək. Deməli, Murad iddia edir ki, zərgər peşəsində yiyələnəcək. Əslində zərgər ola bilməz. Kənan da nə ola bilməz? Bankir ola bilməz hələ ki. Sonra, Kənan isə güman edirdi ki, zərgər peşəsində ən münasib namizəd Namiqdir. Kənan konkret hansı ixtisasa yiyələnə bilər? Bankir burada gedib, daha sonra həkim gedib, aktyor, zərgər gedib. 1, 2, 3, 4. Bir dənə müəllim qaldı. Avtomatik müəllimin fikri də məcburən bura qaldığı üçün axı mən müəllimi də yanlış olaraq götürməliyəm. O zaman bunun da fikrini götürməyəcəm hələ ki. Yəni yanlış olaraq qəbul edəcəm. Şərtə bir daha baxaq. Sonuncu şərtə ki, bizdən konkret kimlərin doğru danışacağını bilməyimizi istəyir. Deməli, baxın, bu hissədə yazılıb ki, illər sonra məlum oldu ki, müəllim və zərgər olanların dedikləri həyata keçməyib. Deməli, kimlərsə müəllim və zərgəri olub əslində. Onların dedikləri həyata keçməyib. Aktyor, həkim və bankir olan insanlar isə tamamilə haqlı çıxmışdı. Yəni, onların dedikləri məlumatlar isə doğru olub. Əgər burada variantları bir-bir yoxlamasaq, təəssüf ki, artıq birbaşa hansının doğru olduğunu bilə bilmərik. Çünki biz başlanğıcda kimin müəllim və ya kimin zərgəri olduğunu bilmirik əslində. Yəni, ehtimallar yaranır. Bu ehtimallar bir də hamısını arayaq da qurmayaq deyə elə birbaşa variantlarla işləyəcək. Məsələn, A variantı. Yazıb ki, Murad müəllimdir, Azər həkimdir, Namiq aktyordur, Kənan zərgərdir. Bir kənardan qeyd edirik. Baxın, Murad, Azər, daha sonra kim var? Namiq var, Kənan var və Elşən var. Birinci variantına yazılmış ki, Murad müəllimdir, Azər həkimdir, Namiq aktyordur, Kənan zərgərdir, Elşən də bankirdir. Görək bu ödəyəcəkmi? Bu A variantıdır. A variantı əgər doğru olmuş olsa, yəni burada deyilənin hamısı doğru olmalıdır. Deməli, müəllim dediyinlə, zərgər dediyinlə yalandır. İndi gəlin baxaq. Baxaq, bəli, Kənan zərgər idi. Bu ikisi yalandır, qalan hamısı doğru olmalıdır. Birinci, Azər hesab edirdi ki, onların istənilən birisi Kənan istisna olmaqla bankir ola bilər. Azər bizdə nədir? Həkimdir. Dediyi doğrudur. Hələ ki, burada bir problem yoxdur. Yəni, baxın, Kənan bankir deyil, bankir olan Elşəndir. Birinci hissəsi doğrudur. Daha sonra, Murad iddia edirdi ki, o zərgər peşəsinə yiyələnəcək. Baxın, Murad nədir? Müəllimdir. Müəllim nə deyirsə yalan çıxmalı. Deməli, həqiqətən o zərgər deyil. Doğrudur, bir problem yoxdur bu da. Üçüncü cümlə. Kənan isə güman edirdi ki, zərgər peşəsinə ən münasib namizəd Namiqdir. Kənan isə hesab edirdi ki, zərgərə ən münasib namizəd Namiqdir. Kənanın özü zərgər olduğu üçün dediyi məlumat nə olmalıdır? Yalan olmalıdır. Həqiqətən Namiq zərgər deyil. Elşən heç vaxt həkim olmayacağını bildirdi. Elşən bizdə bankir. Dediyi doğru çıxmalıdır. Deməli, həkim olmayacağını deyir. Doğrudur və bu zaman iddia edirdi ki, Azər həkim ola bilər. Baxın, Azər də həkim olub doğrudur. Bir problem yoxdur. Buna da plus atıram. Sonda yazıb ki, Namiq Elşəndən yaxşı aktyor çıxa biləcəyini deyir. Namiq nədir? Aktyordur. Aktyor olduğu üçün dediyi doğru olmalıdır və deyirdi ki, Elşəndən yaxşı aktyor çıxa bilər. Deməli, Elşən aktyor olmalıydı. Azərin heç vaxt həkim olmayacağını edirdi. Deməli, Azər həkim ola bilməzdi.
doğru dediyi halda digərlərinin üstə düşmədi. Deməli A variantı doğru deyil. Əgər doğru olmuş olsaydı hamısı üst-üstə düşməli idi. A variantını siləcəyik. Azər, Namiq, Kənan, Elşən və Murad idi. A variantı doğru olmadı. Baxırıq B-yə. B-də Murada həkim, Azərə müəllim yazılıb. Murada həkim, Azərə müəllim yazılıb. Namiq bizdə zərgər, Kənan aktyordur. Namiq zərgərdir, Kənan aktyordur. Bankir yenə kimə qalır? Elşənə qalmış olur. Baxaq, bəli, bankir yenə qalıb Elşənə. İndi bir-bir variantlarımızı yoxlayaq yenə. Baxın, birinci cümlədə yazıb ki, Azər hesab edirdi ki, onların istənilən birisi yalnız Kənan istisna olmaqla nə ola bilər? Bankir ola bilər. Deməli, baxın, Azər müəllim olduğu üçün dedi yalan olmalıdır. Namiq zərgər dediyi üçün dedi yalan olmalıdır. Azər deyirdi ki, Kənan bankir ola bilməz. Deməli, Kənan nə olmalıdır? Bankir olmalıdır. Amma mən baxıram ki, ola bilməz deyirsə, yalan məlumat verdiyi üçün əksi olmalıydı. Mən baxıram ki, artıq Kənan aktyordur. Deməli, üstə düşmür. Bəli, başlayın. Birinci cümlədən artıq yanlış olacaq B variantı. B-ni siləcəyik. Sonra C. C-də yazıb ki, Murad müəllim də Azər zərgərdir. Murad müəllimdir, Azər zərgərdir. Daha sonra Namiq həkimdir, Kənan aktyordur. Namiq həkimdir, Kənan aktyordur. Yenə Elşən bankirdir. Oxuyuruq. Baxın. Azər kimdir bizdə yalan danışanlar? Müəllimlə zərgər. Deməli, M-lə A yalan danışır. Dediyinin əksi çıxır. Nə desə əksi çıxacaq. Azər hesab edirdi ki, onların istənilən birisi yalnız Kənan istisna olmaqla bankir ola bilər. Azər nədir? Zərgərdir. Nə deyirsə yalan çıxmalıdır. Deyirdi ki, Kənan istisna olmaqla hamısı bankir ola bilər. Deməli, Kənan nə olmalıdır? Bankir olmalıdır. Çünki bu Kənan bankir olmaz deyir. Kənan istisna olmaqla yazıb. Kənan bankir ola bilməz dediyi üçün yalan məlumat verdiyinə görə Kənan bankir olmalıdır. Əgər Kənan bankir olsa, baxın burada aktyor yazılmışdı. Deməli, bu da üst-üstə düşmür. Bu halda mən deyəcəm ki, C variantı da yanlışdır. Gəlirik D variantına. Murad müəllim, Azər həkimdir. Murad müəllimdir, Azər həkimdir. Sonra Namiq zərgər, Kənan aktyordur. Namiq zərgərdir, Kənan aktyordur. Bir dənə də qaldı bizdə bankir, o da Elşənə. İndi yenə bir-bir yoxlayıram. Bunlar üst-üstə düşsə deməli doğrudur. Azər hesab edir ki, onlar istənilən birisi yalnız Kənan istisna olmaqla bankir olacaq. Azər həkimdir. Doğru deyir. Yəni dedikləri doğrudur. Yalan deyənlər kimdir? Müəllimdir. Yəni M-dir, zərgərdir, yəni N-dir. Bunlar nə desə əksini götürəcəyik. Azərin dediyi doğrudursa, hələ ki heç bir problem yoxdur. Elə Azər həkimdir. Plus atıram. Burada. Sonra yazıb ki, Murad iddia edirdi ki, o zərgər peşəsinə yiyələnəcək. İndi baxın, Murad nə desə tərsini götürməliyəm. Çünki müəllim yazmışam. Deyir zərgərəm, amma zərgər deyil. Həqiqətən zərgər deyil. Doğrudur. İkinci plus atırıq. 3-də yazılıb ki, Kənan isə güman edirdi ki, zərgər peşəsinə ən münasib namizəd Namiqdir. Kənan dediyi nədir? Bir daha baxıram. Kənan dediyi doğru olacaq. Çünki Kənan özü aktyordur. Aktyorlar doğru danışırdı. Zərgər peşəsinə ən münasib namizəd Namiqdir. Həqiqətən Namiq zərgərdir. Tamamilə doğrudur. Yazmışıq onsuz da baxın bu hissəyə. Deməli, Kənan aktyordur, bir problem yoxdur. Elşən heç vaxt həkim olmayacağını bildirdi. Elşən doğru danışan şəxsdir. Elşən həkim deyil həqiqətən. Həkim onsuz da Azərdir. Azər həkim ola bilər deyir. Azər onsuz da həkim idi. Plusdur. Sonuncu cümləmizdə doğru çıxsa deməli doğru variantdır. Baxın, bir dənə Muradla Namiqin dediyi burada yalan olmalıdır. Çünki birinə əvvəlcədən müəllim, birinə də zərgər yazılıb. Namiq deyir, Elşəndən yaxşı aktyor çıxa bilər. Deməli, Elşəndən yaxşı aktyor çıxa bilər deyirsə, Elşən aktyor deyil. Çünki özü zərgəri idi, yalan danışırdı. Azərin isə heç vaxt həkim olmayacağını deyirdi, artıq Azər həkimdir. Deməli, bu da tamamilə doğru cümlədir. Çünki nə dedisə əksini götürdüm. Axı Namiq zərgər olduğu üçün yalan danışan şəxs idi. Eynən də Murad müəllim olduğu üçün yalan danışan şəxs idi. Deməli, bunların dediyinin əksini götürdüm, digərlərinin dediyini necə var o şəkildə götürdüm. O halda hamısı doğru olduğu üçün məndə Murad müəllim, Azər həkim, zərgər Namiq oldu. Kənan aktyor, Elşən də bankir oldu. Bütün cümlələrə baxın, yuxarıda burada plus atdıq deyə. Deməli, bizim D variantımız tamamilə doğrudur. Təəssüf ki, variantları yoxlamadan birbaşa yazmamız çox çətin olardı. Gərək ehtimalları özümüz düşünəydik. Amma variantlarda hazır ehtimallar verilmişdi. Onlarla işləməyimiz daha uyğun olmuş olacaqdı. Və keçirik neçənci suala? 12-ci suala. Deməli, 12-ci sual xətlərin birləşməsi ilə bağlıdır. Bilirik ki, birinci və ikinci şəkildə olan hər hansı bir xət əgər üçüncü şəkildə varsa 4-də olmamalıdır. Bizə hansılar lazımdır? 1-də 2-də hər hansı birində olub, 3-də olmayanlar lazımdır. Sual işarəsinin yerinə.
Baxın, məsələn 3-də buradan sola doğru bir xətt gedir, mərkəz qara nöqtədən. Bu var deyə artıq 4-cü şəkildə ola bilməz. B-də var deyə B-ni silirəm. Daha sonra baxaq hara. Məsələn, baxın 3-də bu qara nöqtədən sağ yuxarı doğru bir xəttim gedib. Bu xətt 3-də var deyə artıq 4-də olmamalıdır. Baxın D variantında həmin xətt yenə gedib. Qara nöqtədən sağ yuxarı, deməli D variantı yanlışdır. D-ni sildik. Növbəti variantlar arasındakı fərqə baxaq, daha rahat işləyəcəyik. Məsələn, baxın, burada aşağıda belə bir xəttimiz var. Harada yerləşir? Qara nöqtədən aşağı düşəndə sol aşağı küncüdür, amma digərlərində bu xətt yoxdur. Gəlib baxıram. Qara nöqtədən aşağı düşəndə sol aşağı küncüdə xəttim yoxdur. Baxın, bu xəttdən söhbət gedirdi. Əsas şəklimizdə var idi. Deməli, yox idi deyə olmalıdır. Amma nə A-da yoxdur, nə C-də yoxdur. Həmin xəttimiz. Deməli, Y variantı bizdə nədir? Doğru cavab variantıdır. 13-cü suala baxırıq indi. 13-cü sualımız da digər tərəfdədir. Şəkil ardıcılıqla bağlı rahat bir sual idi. Baxın, burada olan bu fiqur yuxarıya doğru güzgəksi oldu, keçdi bura. İndi baxın, bu xətt boyunca sağa doğru güzgəksi olacaq, keçəcək bura, olacaq bu hissədə. Baxın burada. Buradan sonra həmin bu xətt boyunca aşağı güzgəksi olacaq, keçəcək baxın bura. Sonra yenə buradan baxın, bu xətt boyunca güzgəksi olub keçməlidir sola. Baxın, keçdi bura. Yenə buradan yuxarı güzgəksi olur, gəlirdi bura. Deməli, ardıcıl necə hərəkət edəcək? Baxın, buna desəm 1-ci, 2-ci, 3-cü, 4-cü bu şəkildə yanaşsaq sağ təqrəb istiqamətdə 3-də idi, 4-dür, 2-dir, 1-dir. Burada keçdi 1-ə. Baxın, 3-dən keçdi 1-ə. 1-dən keçəcək 2-yə. Burada 2-də olacaq. 2-dən düşəcək 4-ə. Burada 4-də olacaq. Sonra eyni qayda davam edir. Yəni, baxın, bu hissədə olmalıdır. Və sağa doğru güzgəksi olacaq deyə bu vəziyyətdə olduğu kimi keçmiş olur. O da bizdə yeganə harda var? C variantda var. Deməli, doğru cavabımız olur C variantı. 14-cü sual. Açılış forması düzgün olmayanları seçin deyir. Müəyyən qədər təsəvvür etməyə çalışmalısınız. Baxın, birinci bilmək lazımdır ki, 1, 2, arxa tərəf 3, yan tərəf 4, alt tərəf 5. 5 dənə düz bucaqlı var fiqurda. Birinci bunları sayırdıq. 2 birbaşa yanlışdır. Nəyə görə? 1, 2, 3, 4. 4 dənə düz bucaqlı var. 5 dənəsi yoxdur. Deməli, 2 mütləq yanlışdır. 2-ni götürdük. Növbəti. Baxın, bunlardan bu 5 dənə düz bucaqlardan 2 cüt qarşı yüzüm var. Sol, sağ tərəflər, ön və arxa tərəflər. Baxın, 1 cüt qarşı yüz. Daha sonra 2 cüt qarşı yüz. Bu da oturacaqları. Eynən, hər düz bucaqın üstündə də baxın, 1 dənə 3 bucaq var. Hər hansı bir problem yoxdur. Hər birinin üstündə 1 dənə 3 bucaq var. O 3 bucaqlar da baxın, bunları təmsil edir. Burada bir problemimiz yoxdur. Deməli, 1 doğrudur. Məndən səhvləri istəyir. Doğru, düzgün olmayanları istəyir. 1-i sildim. Növbəti gəlirik nəyə? 3-ə baxaq. Baxın, 2 cüt qarşı yüz yaradacağıq. Baxın, bu ikisi bir cüt qarşı yüzdür. Bu ikisi bir-birinə toxunur deyə bu qarşı yüz deyil. Bu oturacaqdır bizdə, baxın. Bu bizdə olacaq, oturacaq. Bu ikisi qarşı yüzdür. Eynən bu ikisi də qarşı yüzdür. Mən bu fiquru yığmağa çalışdım, onsuz da bunlar bir-birinə toxuna bilməzdilər. Bunlar qarşı yüzlər olduğu üçün və 1, 2, 3, 4. 4 dənə 3 bucaq lazım idi mənə. 4 dənə tərəfin üstündə olan 3 bucaqlar. Bunlar da var. 3-də problem yoxdur. 3 doğrudur. Doğru deyə silirəm. Mənə düzgün olmayanlar lazımdır. Gəldik 4 və 5-ə. 5 aldadıcı idi. Baxın, əsas bu idi. Aldadıcı idi. Düşünərdiniz ki, burada 3 dənə 3 bucaq var, amma 4 dənə ümumi yan tərəflər, kvadratlar, düz bucaqlar olduğu üçün 4 dənə 3 bucaq olmalı deyə düşünə bilərdiniz. Baxın, 1, 2, 3, 4. Bəli, 4 dənə 3 bucaq var idi. Amma 5-də də 4 dənə 3 bucaq var. Sadəcə 3 bucaqlardan biri gəlib düşüb bura. Baxın, görünmür. Bu sizə aldada bilərdi, diqqətsiz olsaydınız. Əslində 1, 2, 3, 4 dənə 3 bucaq var. Baxın, bu mərkəzdə olan tərəfdir. Tutaq ki, bu və ya mərkəzdə olan tərəf olsun, bu tərəf daha doğrusu. Sonra baxın, bu ikisi 1-lə 2 bir cüt qarşı yüzdür. Aynə B-də bir cüt qarşı yüzdür. Hər hansı bir problem yoxdur. Deməli, 5 də doğrudur, 5-i də sildim. Qaldı 4. İndi baxın, 4-də yanlışlıq nədir? Elə 1 ilə müqayisə etsəz, bunu daha rahat görəcəydiniz. Mən əgər bunu oturacaq kimi görmüş olsam, bu ikisi bir cüt qarşı yüzdür, doğrudur, elə deyil. Bu ikisi də bir cüt qarşı yüzdür. Mən bu fiqurları yığmağa çalışdıqda, baxın, bu sanki oturacaqdır, bu arxa tərəf olacaq, bu sol tərəf olacaq, bu ön tərəf olacaq, bu da sağ tərəf olacaq, elə deyil. Sağ tərəfdən bu üç bucağın təpə nöqtəsi doğru verilməyib. Mən bunları yığdıqda, bu üç bucağın təpə nöqtəsi digər təpə nöqtələrlə üst-üstə düşməyəcəkdir. Üç bucaq, baxın, buradakı üç bucaq bu nüanslı olmalıydı, burada. Bu üç bucaq bu nöqtədə olmuş olsaydı, eynən hansı variant alınardı? A variantı və ya tərsinə olsaydı. Bu ikisi sabit qalıb.
Baxın, mənim bu üçbucağım burada olsaydı doğru alınardı. İndi mən bunları yığmağa çalışdıqda, baxın, bunun bu üstü boş qalmış olacaq. Və eyni vəziyyəti, buradakı vəziyyəti yaratmağa çalışmış olsam, baxın, mən bunu aşıtmağa çalışdıqda, buradakı kvadratı aşıtmağa çalışdıqda, bura aşıtmış olsam, baxın, üçbucağın biri də gəlib düşür buraya, elə deyil. Bu zaman mən qayıdıb fiqurları yığmağa çalışdıqda, baxın, üçbucaqlar necə olmalıdır? Biri soldan, biri sağdan, biri öndən, biri də arxadan bura birləşməlidir. Amma bu belə bir vəziyyət yaranda ikisi sanki arxadan birləşir, ikisi öndən birləşir. Mən bu fiqurları yığmağa çalışsam, mərkəz nöqtə bu nöqtə olmuş olsa, baxın, ən rahatı bu kvadratı aşıtmaqla görə bilərdiniz. Bunu bu vəziyyətdə aşıtmış olsaydıq, baxın, buradakı fiquru. Üstündəki üçbucaq da bu vəziyyətdə aşacaqdı. Mən indi bunu yığmağa çalışanda sanki bu burada yoxdur. Bunu yığmağa çalışdıqda ikisi öndədir, üçbucağın ikisi arxadadır. Axı biri solda, biri sağda, biri arxada, biri də öndə olmalıydı ki, onlar birləşib, baxın, bu vəziyyəti yarada bilsinlər. Bunu yarada bilməyəcəkdilər burada. Çünki öndə və arxada var sadəcə, solda və sağda yoxdur. Deməli, 4 də yanlışdır. Yanlış olduğu üçün götürdük, doğru cavabımız oldu 2 və 4. Təəssüf ki, bunu maksimum təsəvvür etməyə çalışmaq lazım idi. Nisbətən çətin bir sual idi. 15-ci sual deyir ki, hansılarını yerinə müəyyən etmək mümkün deyil. Sürətli tapmaq olar, amma mən hiss edəcəm ki, oxşar suallar daha fərqli düşə bilər deyə, daha çətin düşə bilər deyə yaza bilərsiniz. Deməli, bu tip suallarda nə edirdik? Birinci kodlar yazırdıq. Kodlar hər fiqurdan çıxan xətlərin sayıdır. L-dən 2 xət çıxıb, Y-dən 3 xət, A-dan 4, F-dən 3, Y-dən 3, T-dən 3. Eyni qaydada sağda 3 xət çıxdı, 3 çıxdı, 3, 4 və 2. Baxın, kodlar eyni olan fiqurlar eynidir. Mənim bir dənə 2 xətli fiqurum var. Burada da bir dənə 2 xətli fiqurum var. Deməli, bu L-dir birbaşa. L-i tapdıq. Bir dənə 4 xətli fiqur var. Mənim onsuz da burada bir dənə 4 xətli figurum var idi. O da A-dır. A-nı çəkdim bura. A-nı tapdıq. Daha sonra, baxın, L-in 2 dənə yolu var. Biri A hərfinə gedib, biri Y hərfinə gedib. Baxın, L-in yollarından biri gəldi A-ya, bir də hara gəldi Y-ə gələcək. Çünki burada Y gəlib. Deməli, bu oldu Y. Baxın, 3 xətti var, Y-in 3 xətti var. Bir problem yoxdur. Y-i də tapdıq. Növbəti, baxın, A-nın bağlantılarından və ya belə düşünək, Y-in bağlantıları, Y-in A ilə bağlantısını görürüm. Y-in L ilə bağlantısını görürəm, bir dənə bilmirəm, Y-in bu hansı bağlantısıdır. Gəlib baxırıq burada. Baxın, Y-A-nı tapmışıq, Y-L-i tapmışıq. Nə qalıb? Y-dən F qalıb. Deməli, bu da F-dir. F-i də tapdıq. Artıq Y ilə T-ni fərqləndirə bilməzdik. Nəyə görə? 1. Kodlar eynidir, ikisində 3 var. Koordinatları yazsaq eyni olacaqdır. Koordinatlar hansılardır? Baxın, T-nin bağlantılı olduğu fiqurlara baxıram. T-nin Y ilə bağlantısı var, 3 xətti var. T-nin A ilə bağlantısı var, 4 xətti var. T-nin buradakı hansı idi bizdə? F idi. F ilə bağlantısı var, 3 xətti var. Eyni qaydada Y-nin də bağlantıları F ilə 3 xətti var, A ilə də 4 xətti var, T ilə 3 xətti var. Koordinatlar birə-bir eynidir. Getdiyi yollar birə-bir eynidir. Baxın, Y də T də nə ilə birləşib? Hər ikisi A ilə birləşib. Y də T də hər ikisi F ilə birləşib. Hər ikisi ortaq fiqurlarla birləşib deyə bunları fərqləndirə bilməzdim. Deməli, tapa bilməyəcəklərim Y və T hərfləri idi. O da hansı variantlardadır? 3-də və 5-də. 3, 5 bizdə verilib harada? C variantında. Deməli, bu sualın da doğru cavabı oldu C. Keçirik 16-cı sualımıza. Deməli, şəkil münasibətlərlə bağlıdır. Baxın, qara nöqtələrdən tutmaq olurdu. Bu bizim birinci şəklimizdir. Bu da ikinci şəklimizdir. Birinci şəklimiz saat əqrəbi istiqamətdə 90 dərəcə aşır. İkinci şəklimiz saat əqrəbinin əksi istiqamətdən 90 dərəcə aşır. Və onlar birləşir. Deməli, mənim baxın bu nöqtəm sol aşağıda olan nöqtəm. Sol yuxarıda verilibsə, deməli saat əqrəbi istiqamətdə 90 dərəcə hərəkət edib. Baxın, sol aşağıda olan oxum sol yuxarı baxırsa, saat əqrəbi istiqamətində 90 dərəcədir. Deməli, mən bu fiquru 90 dərəcə aşırdıram. O zaman necə bir vəziyyət alınır? Baxın, aşağıda olan bu 3 dənə kvadrat axarda olacaq. Aşağı baxırdı, indi baxmalıdır sola. Baxın, buradadılar. Hal-hazırda buradadılar. Sağda olan bu 2 dənə ağ kvadrat harada olmalıdır indi? Aşağıda olmalıdır. Baxın, 2 dənə ağ kvadrat aşağıda buradadır. Ortada şaqil olan, ortada üfüqi vəziyyətdə olacaq. Baxın, bu hissədədirlər. Oldu belə bir vəziyyət. Diqqətlə baxsaq, verilmiş şəkil 90 dərəcə saat əqrəbi istiqamətdə aşırsaq, burada çəkdiyimiz vəziyyəti alarıq. İndi baxırıq digərinə. Bunu da fərqli bir rəngdə göstərəcəm. Baxın, digər şəklimiz də qalıb burada. Digər şəklimizdə baxın budur. Diqqətlə baxmış olsaq, bu şəkildə qırmızı rəng xətlərlə göstərdiyimizin saat əqrəbinin əksinə fırlanılmış formasıdır. Deməli, həqiqətən doğrudur. Bu saat əqrəbi istiqamətində, bu da əksinə doğru 90 dərəcə fırlanır. Gəlin, indi fırladaq. Birinci şəkil saat əqrəbi istiqamətdə 90 dərəcə fırlatsam. Baxın,
Bu aşağıda olan bu fiqur 2 ağ bir kvadrat aşağıda çara düşməli idi. Aşağı baxırsa saat əqrəb istiqamətə fırlansa sola baxmalıdır. 2 dənə ağ var, 1 dənə qara var. A'da üçü də ağda yanlışdır. Baxın, Y yanlışdır. Çünki məndə ağ, qara hardadır? Sağ aşağıdadır. İndi hara düşməlidir? Sol aşağı düşməlidir. Amma sol aşağı qara deyildi bu yan tərəfdə. Yeni sildik. Daha sonra əldə 3 dənə variant var hələ ki. Baxın. Bu 3 dənə fiqur. Hara baxır? 4 dənə kvadratdadır sola. Saat əqrəb istiqamətə fırlansaq baxmalıdır yuxarı. Elə deyil. Yuxarıda necə olmalıdır? Birinci gəlir ağ kvadrat, sonra gəlir qara kvadrat, sonra gəlir ağ, sonra gəlir ağ yenə. Eyni qaydada. Baxırdım ki artıq B variantı yanlışdır. 2 dənə ağ yanaşı gəlib, sonra yenə 2 dənə ağ yanaşı gəlib. Amma məndə əvvəldə bir ağ bir qara yanaşı gəlmişdi. Deməli B variantı yanlışdır. Qaldı C ilə deyək. Baxın ağ, qara, ağ, ağ. Bu hissə doğrudur. İndi keçir ikinci şəklə baxırıq. Baxın. Mən bunu saatın əksinə fırladırdım. Bu 3 dənə ağ kvadrat məndə baxır hara aşağı. Saatın əksinə bunu 90 dərəcə fırlatsam hara baxmalıdır? Sağa baxmalıdır. Deməli 3 dənə kvadrat sağda olmalıdır. Baxıram ki ağ kvadratdır üçü də. D variantı da üçü də ağ kvadrat deyil. Biri qaradır. Deməli D variantı yanlışdır. Doğru cavab variantı olur C variantı. Növbəti 17-ci suala baxırıq. Məntiqi ardıcılığı pozan fiqur tapmalıydıq. Burada xətlərin sayını işləmiş olacaqdıq. Belə mürəkkəb fiqurlar verilibsə xətlərin sayını getsin. Yəni qeyri-adi onları birləşdirməyə çalışmaz. Onları hər hansı bir fiqura bənzətməyə çalışmaz. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13 dənə xət burada. Yenə bir nöqtədən başlayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. 17 burada. Baxın, sayarkən bir dənə diqqətli saymalısınız. Bu sualı səhv edən tələbələrin əksəriyyəti məntiqi tapmışdı, sadəcə sayarkən səhv etmişdi. Başlayıram buradan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21. 21 burada. Necə artdı? Plus 4, plus 4. İndi plus 4 artıb neçə olmalıdır? 25 olmalıdır. Baxaq görə 25 varmı? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Bəli, tamamilə doğrudur. Deməli 13, 17, 21, 25. 4, 4 artıq xətlərin sayı. Deməli avtomatik bu yanlış olacaq. A variantı götürəcəyik. Gəlin sayaq yenə də. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32 dənə idi. Baxın, ardıcılıq burada pozulub. Hamısı 4, 4 artırdı. Buradan birdən-birə 7 vahid artdı. Deməli, doğru artmayıb deyə A variantımız yanlış olmuş olacaq. Keçirik 18-ci suala. Deməli, bu variant tapmalıyıq. Dedik ki, bu tip suallarda, baxın, 2-nin 5-ə belə bir asıllıq gördüksə nə edirik? Baxın, bunu x desək, bunu y desək. Nə alınır o zaman? 2x bərabərdir 5y-ə. X-in yanındakı qiymət y-in qiymətidir. Y-in yanındakı qiymət x-in minimal qiymətidir. Deməli, x minimal 5-dir və üçbucağın sayı ulduzun qiymətidir. Əgər ulduz 5 olsa, dedik axı x-in yanındakı qiymət y-in qiymətidir. Yəni, bunun sayı bunun qiymətidir. Üçbucaq 2 olsa nə alınacaq? 2 dəfə 5 10, 5 dəfə 2 10. Ödədi. Deməli, indi məndə bunlar 2-dir. 3 dəfə 2 6. 6-dırsa, bu 5-dirsə, kvadrata nə qalır? 1 qalır. İndi kvadratlar 1-dirsə, 1 plus 1 2-dirsə, bizdə 2 hansı fiqur idi? Üçbucaq idi. Deməli, 2 dənə kvadrat 1 dənə üçbucağa bərabər ola bilər. Cavab oldu A variantı. Ən rahatı bu formada yazmaqdır. Hər zaman belə bir asıllıq gördünüzsə, bundan istifadə etməyiniz lazımdır. Keçirik 19-cu suala. Deməli, riyazi əməllərlə bağlı bir sual tipidir. Dedik ki, mötərizənin içindən başlayırıq. Operator buradadır. Sol sola bərabərdir. X bərabərdir 1-ə. Y bərabərdir 2-yə. Sağa sağa. Əgər şərt varsa, şərt hissəsində yerinə qoyaq. X 1-dir, Y 2-dir. Baxın, birinci şərti ödədi, amma digərləri ödəmir. 1 2-yə bərabər deyil. 2 15-dən böyük deyil. Deməli, birinci şərti ödədi. 1 2-dən kiçikdir, 2 də 15-dən kiçikdir. Birinci şərtdə yerinə yazırıq. X 1-dir, Y isə 2-dir. 1 2-yə vuranda 2, 1 üstü. 2 də yenə 1 verəcək. 1-in üstü 2 gəlsək, buradan alınır 3. Deməli, birinci halda hesabladıq 3 aldıq. İndi baxırıq ikinci mötərizəyə. Sol 2, sağ 2-dir. Yəni x bərabərdir 2-yə, y bərabərdir 2-yə. Baxın, hansı şərt ödəyir? Ortadakı şərt ödəyir. 2 2-yə bərabərdir şərt. Deməli, y 2-dir, x 2-dir. 2 vurulsun 2, 4.
2 üstü 4 16 plus 2 də 18 verəcək bizə. Bu 2 üstü 4 deməkdir. Plus 2 də 18 verəcək. Deməli buradan aldıq 18. İndi baxırıq nəyə? Sonuncu bu operatora. Sol üstü x bərabərdir 3-ə, y bərabərdir 18-ə. İndi baxın hansı ödəyəcək? 3 18-dən kiçikdir, amma 18 15-dən kiçik deyil. 3-dən 18 bir-birinə bərabər deyil. Deməli birinci ikinci şərt ödəmədi. Baxın y 18 idi. 18 15-dən böyükdür. Deməli üçüncü şərt ödədi. Y 18 idi, x də 3 idi. 18-dən 3 çıxanda 15 qalır. Deməli son nəticədə cavabı nə tapdıq? 15 tapdıq. Cavab da oldu məhz C variantı. Keçirik 20-yə. Ədədə rəqəmlərin sayı çoxdursa dedik ki, rəqəmlərə ayrı-ayrı baxmaq daha məqsədə uyğundur. Baxın, sağda azdır, amma solda çoxdur. Solda daha doğrusu azdır, sağda çoxdur. Gəlin vuraq. 5, 7, 1 hasili bizə verir 35-i. Baxın, 35 və 35-in fərqi 0-dır. 6, 2, 5 hasili bizə verir 60-ı. 60-dan 59 çıxırıq 1. 8, 1, 7 hasili verir 56-nı. 56-dan 54 çıxırıq 2. Eyni qaydada 3, 4, 5 hasili bizə verəcək 60-ı. 60-dan 29 çıxanda bizə verəcək 31-i. Sağdakı rəqəmləri bir-birinə vurub alınan ədəddən sonra çıxırdıq. Cavab oldu C variantı. Keçirik 21-ci sualımıza. Yenə bir mətnin məntiq təhlili verilib bizə. Deməli yazılıb ki, Ayşə, Kəmal, Kəmalə, Lalə, Hicran adlı 4 rəfiqə küçədə dairəvi dayanaraq söhbət edirlər. Onlar hər biri fərqli rəngdə paltar geyinib. Ayşə və Kəmalə sarı rəngdə paltar geyinməyiblər. Deməli, kimlər var məndə? Ayşə, daha sonra Kəmalə, Lalə və Hicran. Deməli, paltarların rəngi qaradır, bozdur, qırmızıdır və sarıdır. Görə indi hansına nə uyğun gəlmiş olacaq? Onları tapıb bir-bir qeyd etmiş olacaq. Birinci cümləmizdə yazıb ki, Ayşə və Kəmalə sarı rəngli paltar geyinməyiblər. Deməli, Ayşə sarı deyil, Kəmalə sarı deyil. Sonra qara paltarlı qız qırmızı paltarlı qızla Kəmalənin arasında dayanıb. Deməli, qara paltarlı qızdır, qırmızı paltarlı qızdır və Kəmalə də bir kənardadır. Qara bu ikisinin arasında dayanıbsa. Deməli, Kəmalə nə qara geyinməyib, nə də ki qırmızı geyinməyib. Bu olsun qırmızı, digər olsun qara. İndi Kəmalə nə qırmızı, nə də qara geyinməyibsə, avtomatik Kəmalə nə geyinəcək? Boz rəng geyinəcək. Boz rəngi Kəmalə geyib deyə başqa heç kim geyə bilməz indi. Daha sonra sarı paltarlı qız boz paltarlı qızla Hicranın arasındadır. Deməli, üçü də ayrı-ayrı şəxsdir. Sarı paltarlı qız, boz paltarlı qız və Hicran. Deməli, Hicran nə sarı geyinməyib, nə də boz geyinməyib. Deməli, Hicran nə sarı geyinməyib, nə də ki boz geyinməyib. Onsuz da boz geyinə bilməzdi, onu geyinmişdi Kəmalə. Daha sonra mən indi görürəm ki, sarı rəngi geyinə biləcək yeganə kimdir? Baxın, Ayşə geyinə bilməz, Kəmalə geyinə bilməz, Hicran geyinə bilməz. Sarı rəngi yeganə geyinə biləcək şəxs Lalədir. Laləyə atdıq plusu sarı hissədə. Digər hissəyə minus atırıq Lalə üçün. Daha sonra bizdə qaldı Ayşə və Hicran. Bizdə bir qalıb A hərfi ilə H. Onlar heç tapmamıza ehtiyac yoxdur əslində. Birbaşa cavabımız onsuz da çıxacaq. Deməli, baxın Laləyə biz nə tapdıq? Sarı rəng paltar tapmışıq, elə deyil. Deməli, birə uyğun gəlir D. Birə D uyğun gələn bir dənə variant var. 2 Hicrandır. Hicran həki qara da qırmızı da ola bilər, saxlasaq. 3-də nə yazılıb? Kəmalə. Kəmalə hansı rəngdir? Boz idi. Deməli, boz da B-də D-yə, 3-də uyğun gəlir B. 1D, 2C, 3B. Y variantı doğru olmuş olacaq. Keçirik 22-ci sualımıza. Deməli, nə edirdi? 24 ilə 17-ni toplayırdı. Bu bizə verir 41-i. 4 ilə 1-i bir daha toplayır, alır 5-i. Eyni qaydada 42 ilə 27-ni toplayır. Bu bizə neçəni verir? 69. Baxaq. 42, 27 idi mi? Bəli. 69-u verəcək. 69-un rəqəmlərini bir daha toplayacaq 15. 15-in rəqəmlərini bir daha toplayacaq 6. Eyni qaydada. Baxın. 78-dən bir ədəd toplayıb rəqəmləri sona qədər toplayıb 8 almış olacaq. Doğru cavab C variantı idi. Daha doğrusu 68-in alınmayacaq. 47 ilə alınacaq. D variantı ilə gələn yoxlayaq yenə də. Baxın 47 olmuş olsa 78, 47 bizə neçəni verir? 5, 125-i verir, elə deyil. 125-in rəqəmləri cəmi 1, 2, 5-də bizə verəcək 8-i. Deməli, həqiqətən D variantı 22-ci sualda doğru cavab variantıdır. Keçək 23-ə. Baxın, konsertin nəyi olur? Proqramı olur. Konsertin proqramı malın bazarı uyğun gəlmir tam. Çünki proqram konsertin strukturunu sanki bizə çatdırır, elə deyil. Burada elə bir məna yoxdur. Burada katalog kitabxana Q hərfi olmalı idi, amma istənilən halda uyğun gəlmir. Cild kitab istənilən halda uyğun gəlmir. Cildin kitabı mənasızdır.
İmzanın sərəncamı mənasızdır, amma baxın nə olur? Binanın layihəsi. Sanki onun çertyoju, forması, strukturundan söhbət gedir, elə deyil. Deməli, C variantı doğrudur. Konsertin proqramı, binanın layihəsi. 24-cü sual. Birinci mötərizənin içindən başlayıram. Sol tərəfi sola bərabərləşdirirəm. R bərabər olur 3-ə. Sağda sağa S bərabər olur 5-ə. Yerinə yazıram. R 3-dür. S 5-dir. Alınır. 3 vurulsun. 3-dən 5 çıxanda mənfi 2. 3-ü mənfi 2-yə vuranda mənfi 6. Deməli, mötərizənin içinin qiyməti oldu mənfi 6. İndi, əlimizdə bir dənə də operator var. Sol tərəfi 4-dür. R bərabərdir 4-ə. Sağ tərəfi nə aldıq? Mənfi 6. S bərabərdir mənfi 6-ya. Yerinə yazıram. R 4-dür. S isə mənfi 6-dır. Nə alınacaq buradan? 4 vurulsun. Baxın, 4 çıxılsın mənfi 6 nə deməkdir? Burada mötərizəni açsaq, mənfi bizə verəcək müsbətdir. 4 plus 6 olacaq. 4 plus 6 10, 10 da 4-ə vuranda 40 alınır. Deməli, 24-ün də doğru cavabı oldu C. 25-ci sual. Günay Ramiz, Sevinç, Orxan Namiq və Aytən bir yarışmada iştirak etdilər. Hər bir iştirakçıya hər mərhələdə bir sual verildi və hər mərhələdə yalnız bir iştirakçı suala cavab verə bilmədiyinə görə yarışmanı tərk etdi. Deməli, biz nə tapmalıyıq? Axıra qalan 2 yarışçını tapmalıyıq. Ən çox doğru suala cavab verən şəxslər ən axıra qalmış şəxslərdir. Yəni, ən yaxşı yer tutmuş şəxslərdir. Burada ən çox suala cavab verən şəxslər kimdir? Günay ilə Ramizdir. Ən az 3 suala cavab veriblər. Deməli, Günay ilə Ramiz ən axıra qalmış şəxslərdir. Burada axıra qalmaq dedikdə, ən yaxşı nəticəni göstərmək nəzərdə tutulur. Daha çox suala cavab verirəm ki, ələnmirəm yarışmadan. Məğlub olmuram, axıra qədər qalıram. Və ya birbaşa bunu görməsəydə qurardıq. Günay ilə Ramiz daha çox suala cavab veribdir, daha yaxşı yerdədirlər, nisbətən yuxarıdadılar. Sevincə 2 sualdan çox verilməyibsə, Sevinç deməli daha zəifdə aşağıdadır. Sonra Orxan Ramizdən tez çıxdı. Orxan Ramizdən tez çıxır və Aytəndən çox suala cavab verirsə, Aytən də Orxandan tez çıxır. Namiq yarışmanı Sevincdən əvvəl tərk edir. Artıq mən nə bilirəm burada? Baxın, bunlar tez tərk eləyənlərdir. Bunlar daha sonra tərk eləyib. Ən son tərk eləyənlər də C və R-dir. Onsuz da mən Günay və Ramizi bəri başdan görüb burada yaza bilərdim. Cavab oldu D variantı. Keçirəm 26-ya. Baxın, sadə əvəz etmə həyata keçirəcəm. Mən görürəm ki, mənim bir dənə kvadratım bir dənə dairəyə bərabərdir. İçərisində x olan dairəyə. Mən nə edə bilərəm burada? Deməli, baxın, bunu silərəm. Yerinə nə yazaram? Bir dənə kvadrat yaza bilərəm. Çünki o fiqur bir kvadrata bərabərdir. İndi bir kvadrat nəyə bərabərdir? Bir üçbucağa. Burada bu 2 dənə kvadratı silərəm. Hərəsinin yerinə bir dənə üçbucaq yazaram. Deməli, mənim bir dənə sadə dairəm 2 dənə üçbucağa bərabərdir. Bir dənə sadə dairə 2 dənə üçbucağa bərabərdirsə cavabımız olur C variantı. Növbəti 27-ci sual. Şifrələr mövzusuya bağlı bir sual tipidir. Demişdik ki, məsələn, K2 nə deməkdir? K2 o deməkdir ki, bu K hərfi səfalət sözündəki ikinci hərfin nə idi? Şifrəsidir. Məsələn, X3 nə deməkdir? X hərfi səfalət sözündəki üçüncü hərfin, yəni F-in şifrəsidir. Bunu bildik. İndi mən şifrə verib mənə söz axtarıram. Baxın, diqqətlə baxmış olsaq, S hərfi şifrə hissəsində yuxarıda yox idi. Heç bir yerdə. Bundan istifadə edə bilməyəcəkdik. İkinciyə baxa bilərdik, üçüncüyə baxa bilərdik. Baxın, üçüncüyə baxsaq G3 yazılıb. Bu o deməkdir ki, C hərfi alacağımız sözdəki 3-cü hərfin şifrəsidir. Mən şifrənin şifrə hissəsini axtarmalıyam. Yəni, xəttin sağını xəttin sağında axtarmalıyam. Xəttin solunu da xəttin solunda axtarmalıyam. İndi, C-ni yuxarıda axtarıram. Burada məsələn tapdım. Burada var. C5 yazılıb. Yəni, bu o deməkdir ki, C hərfi 5-ci hərfin şifrəsidir. 5-ci hərfimiz burada H-dır. Deməli, C-nin qarşılığı H-dır. Buraya yazıram H-ı. İndi baxın. C3 yazılıb deyə H neçənci yerdə gəlməlidir? 3-cü yerdə gəlməlidir. 3-cü yerdə H hərfi olan və ya H hərfi olan bir dənə variantı var, o da Y variantıdır. Deməli, doğru cavabımız oldu Y. 28-ci sual. Hərf sırası pozulmuş 5 sözdən 4 arasında məntiqi əlaqə var. Hansı fərqləndə onu tapmalıyıq? Deməli, spidometr yazılıb. Y variantında. Metrlərdən fərqləndirmək olardı. Baxın, metri gördüksə fərqləndirin. Geridə qalanlardan söz düzəltmək daha rahatdır. Baxın, yenə metri fərqləndirdik. Buradan termonu düzəltməyimiz daha rahatdır. Deməli, burada yazılıb termometr, artıq yazmayacağım. Termometr, spidometr. Baxın, metri fərqləndirirəm. Qalanlardan baronu düzəltmək daha rahatdır. Deməli, burada nə yazılıb? Barometr yazılıb. C7. Ampermetr yazılıb. Baxın, yenə metri fərqləndirirəm. Metri fərqləndirirəm. Nə qalır? Amper. Ampermetr yazılıb B-də. Bir dənə simmetriya yazılmışdı A variantında. Simmetriya.
Deməli, bu nə deməkdir? Simmetriya birliyi artıq güzgəksi, digər hər biri nədir? Cihazdır. Ona görə fərqli variantımız A variantı olmuş olacaqdı. Çalışın bu tip sözlərin hamısını əzbər biləsiniz. Çünki bunlar vacib sözlərdir. Xüsusən cihazları bilmək vacibdir, ölçü vahidlərini bilmək vacibdir. 49-cu sual qatlanmış kağızın açılması ilə bağlı bir sual tipi. Dedik ki, iki əsas qayda var. Bir, sonuncu kəsik kağızın hansı hissəsindədir? Onu tapırıq, olduğu kimi qalır. İkincidə, qatlar boyunca güzgəksi olur. Qatlarından biri budur. Kağız sol yuxarıdan sağ aşağı qatlanıb. Bir də sağdan aşağı, yuxarıdan aşağı doğru qatlanıb. Deməli, baxın, bir bu qat boyunca soldan sağa, bir də bu qat boyunca sağdan aşağı qatlandı. Aşağıda olan kəsik, baxın, tam aşağı düşür. Birə-bir, burada kəsiklə xətti doğru çəkə bilmədim. Burada kəsiklə birə-bir eyni olmalıdır. Baxıram ki, hər iki A variantı doğru görsənir. Yanlışdır birbaşa Y ilə D. Nəyə görə? Baxın, mənim bu aşağıda belə bir kəsiyim olmalıdır. Məndə burada belə bir kəsik var, amma bu xəttin üstü burada kəsik yoxdur. Deməli, yoxdur deyə Y burada variantda da olmamalıydı. Eynən baxın, bu kəsik məndə burada verilməyib. Bura boşdur. Deməli, Y variantı da yanlışdır. Daha sonra verilmiş qatlar boyunca simmetriyə baxıram. Baxın, bu qat boyunca simmetriya olmalıdır. Gəlib variantlarda baxıram. Bu qat boyunca simmetriya yoxdur. Çünki mənim burada olan bu hissəm burada düşməli idi, amma düşməyib. C variantını silirəm. Qaldı əlimdə A variantı və B variantı. İndi baxın, diqqətlə baxsaq, bu qat boyunca simmetriya olmalıydı. Burada simmetriya var. Amma burada simmetriya yoxdur bu qat boyunca. Çünki mənim burada olan bu kəsim keçməliydi bura, simmetrik olaraq. Ox çəkirəm buradan. Sol tərəfdə oxa nə baxırsa, sağ tərəfdə də oxa baxmalıydı. Deməli, buradakı üçbucaq formasında kəsik keçməlidir, burada dayanmalıydı simmetrik olaraq. Keçməyib deyə anında silirəm. Doğru cavab qalır B variantı. 30-cu sual yenə mətnin məntiq təhlilidir. Deməli, yenə buradan qurmağa çalışacağam. Yazıb ki, avtomobillərin texniki xidmət stansiyasının işçiləri diaqnost, vulkanizator, elektrik və çilingər işlədikləri 3-5 və 6 saat ərzində bu sayda avtomobillə texniki qulluq göstərərkən süd, çay, kofe və ayran içiblər. Deməli, kimlər var? Diaqnost var, vulkanizator var, elektrik var, çilingər var. Onların iş saatları, buradan yazıram zaman, buradan say yazıram avtomobil sayı, buradan içki yazıram. İçki. 3 əsas nə var bizdə? Faktor verilib. Bunlar üzrə biz indi bir cədvəl qrup yazmağa çalışacağıq. Deməli, davamında yazıb ki, hər bir müəyyən bir iş vaxtı işləyərək müəyyən sayda avtomobilə qulluq edib və yalnız bir içki içib. Hərəsindən biri uyğun gələcək. Yeganə baxın, 3, 5, 6, 3 dənə saat var, amma 4 dənə şəxs var. Deməli, hər hansı iki şəxs eyni sayda saata malik olacaq. Yəni, eyni saatda işləmiş olacaqlar. Eyni qədər işləmiş olacaqlar, belə deyək. Diaqnostun və 9 avtomobil təmir edənin işə sərf etdikləri vaxt ən az və ən çox deyil. Deməli, diaqnost ən az vaxt sərf etməyib. Yəni, 4 saat deyil. Buradan 4 yazırım, üstə xət çəkirəm zaman hissəsinə. Daha sonra və bilirəm 2 diaqnost və 9 avtomobil təmir edənin işə sərf etdikləri vaxt ən az və ən çox deyil deyilsə, deməli, diaqnost 9 avtomobil istehsal etməyib. Say hissəsinə təmir etməyib daha doğrusu. 9 yazıb üstdən xət çəkirəm. Deməli, diaqnost var, 9 avtomobil istehsal təmir edən var. Bunlar nə 4 deyil, nə də ən çox deyil. Yəni 16 deyil. Eyni zamanda say hissəsində və ya vaxtdan söhbət gedir. Elə deyil, bizdən vaxtdan söhbət gedirsə, vaxt bizdə yuxarıda buradaydı. 3, 5, 6 idi. Deməli, 3 və 6 deyirlər bunlar. Nə ən az deyirlər, nə ən çox deyirlər. 3, 6 deyilsə avtomatik nə qalır? 5 qalır. Deməli, diaqnost oldu 5. Bunu bildim. Deməli, diaqnost nə oldu? 5 oldu. 9 avtomobil istehsal edən kimdirsə, o da 5 saat işləyəcək. Bunu bildik artıq. Sonra, çilingər ayran içən elektrikdən 5 avtomobil az təmir edib. Deməli, çilingər ayran içən elektrik. Elektrik nədir? Elektrik budur. Ayran içir. Buraya yazıram ayran. Və çilingər ondan 5 dənə az avtomobil təmir edəcək. Hansılar arasında 5 vahid fərq var? 4-dən 9 arasında var, 11-dən 16 arasında var, elə deyil. Deməli, elektrik var və çilingər var. Biri 4-dürsə, çilingər az istehsal edibsə, çilingər 4-dürsə, elektrik 9-dur. Çilingər 11-dirsə, elektrik 16-dır. 2 dənə ehtimal var burada. Növbəti yazıb ki, kofe içən ən çox avtomobilə qulluq edib.
Kofe içən ən çox avtomobilə qulluq edibsə, o kimdirsə, kofe içən şəxs 16 dənə avtomobilə qulluq edib. Bir kənardan bu da yazdıq, saxladıq. Daha sonra onun işə sərf etdiyi vaxt ən az və ən çox deyil. Deməli, kofe içən də ən az və ən çox sərf etməyibsə, nə qədər sərf edəcək? 5 saat sərf edəcək. Bunu bildik. Amma bizdə saatdan 2 dənə ola bilərdi deyə bunu saxlayırıq. İndi baxın. Deməli, 9 avtomobil istehsal edən nə qədər bizdə neçə saat işləyib? 5 saat. Amma bu 16 avtomobil istehsal edib. Deməli, bu deyil. Onsuz da 2 dənə ola bilərdilər, elə deyil. Mən avtomatik bilirəm ki, bu kimdir artıq? Diaqnozdur. Çünki diaqnozda 5 avtomobil istehsal edib. Bunun da 3 ayrı-ayrı şəxs olsa 1, 2, 3. Axı mən dedim bir dəfə təkrarlana bilər. 3-ü də ayrı-ayrı şəxs olsa, geridə qalan 4-cü şəxs 6 saat istehsal etsə, 6 saat işləsə, bəs 3 saat kimə qalır? Heç kimə. Deməli, mən 5-dən 3 dəfə istifadə edə bilmərəm. 5-dən 2 dəfə istifadə edə bilərəm. Biri diaqnozdur, biri də 9 avtomobil istehsal edəndir. Artıq bilirəm ki, 5 saat işləyənlərdən biri 16 avtomobil istehsal edib. Deməli, bu 9 avtomobil istehsal edənlə və ya təmir edənlə eyni şəxs deyilsə, nə qalacaq buna? Diaqnoz qalacaq. Deməli, diaqnoz məndə 16 avtomobil istehsal edir və 5 saat işləyir, eyni zamanda nə içir? Kofe içir. Bunu bildik. Bu getdi. Daha sonra növbəti hissəyə keçirik. Su içən 11 avtomobil təmir etməyə 6 saatdan az vaxt sərf edib. Deməli, su içən kimdirsə 6 saatdan az vaxt sərf edib. Yəni, ya 5-dir, ya 3-dür. 5-i onsuz da mən istifadə etmişəm, elə deyil hələ ki. Amma yenə də bir kənardan yazıram. Baxın, bunu silirəm artıq, buna ehtiyac yoxdur. Su içən kimdirsə 11 avtomobil istehsal edib, təmir edib və 6 saatdan az vaxt. 3 var, 5 var. Ya 3 saatdır, ya da ki 5 saatdır işləyib. Amma 5 olmayacaq. Çünki 5 bir diaqnozdur. Diaqnozda su içmirdi, kofe içirdi. Deməli, bu ayrı. Bir də 9 avtomobil təmir edən idi. Amma bu 11 avtomobil təmir edib. Deməli, 5 də deyil. Mütləq bilirəm ki, su içən kimdirsə 3 avtomobil təmir edib. Bu, vulkanizator da ola bilər, silingər də ola bilər. İndi baxın, burada müəyyən bir ehtimal yaranır. Ehtimalları qrup görəcək ki, hansı ödür, hansı ödəmir. 1. Elektrik 9 olsaydı, silingər 4 avtomobil təmir edərdi. Əgər mən elektrikə 9 avtomobil sayı yazıramsa, silingərə nə yazıram? 4 yazıram. Bu zaman məndə avtomatik 11 avtomobil qalır bura. 11 avtomobil istehsal edən su içirdi, təmir edən yenə istehsal edirəm. Təmir edən su içirdi, 3 saat işləyirdi. Bunu bildik. Daha sonra 9 avtomobil istehsal edən 5 saat işləyirdi. Buraya 5 yazıram. Bu da getdi. Avtomatik bir 6 saatim qalıb. 6 saat atıram bura. Kofe, su, ayran. Bir də nə var idi bizdə? Baxaq görək bir də nə var idi? Su, çay. Əla. Çay da yazırıq bura. Hər hansı bir problem olmadı burada. Digər bir ehtimalımız vardı. Gəlin indi onu da yoxlayaq. Bunları geri qaytaraq. Bu yazdıqlarımızı onları yenidən yoxlayaq. Deməli, dedik ki, digər ehtimalımız da oydu ki, 16 və 11 yoxlayardıq. Elektrikə yazsaq 16 avtomobil. Silingərə yazmalıyıq 11 avtomobil. 11 avtomobil istehsal edən nə qədər işləyirdi? 3 saat işləyirdi. Nə içirdi? Su içirdi. Avtomatik çay qalır bura. 11, 16 oldu, elə deyil. O zaman mənim əlimdə nə qalır? Avtomobil sayı baxımına uyğun gəlmir. Görürsünüz, 11, 16, 16 istifadə etmişəm. 4-dən 9 qalıb. Mən bura həm 4 həm 9 yaza bilmərəm axı. Gördünüz, ödəmədi. 2-dən 16 almış oldu. Mən artıq 16-nı istifadə etmişdim. Yəni elektrik 16 ola bilməzdi. 16-nı diaqnozda yazmışdım. Deməli, bu ikinci ehtimal doğru ehtimal deyil. Ona görə biz nə edirik? Geri qayıdıb birinci ehtimalı hesablayırıq. Yenidən birinci ehtimal qrup, onun əsasında da sualı cavablamış olacağıq. Deməli, baxın, bu ehtimal ödəmədi. Bu halda elektrik 9'dur. Çay silingər 4'dür. 11 qalır bura. 11'də zaman 3 idi. 11'də içki su idi. Çay qalmışdı bura. Bir dənə zaman 6 qalmışdı. 6'nı bura atırdıq. Və bir də 9 avtomobil istehsal edən 5 saat işləmişdi. 5'i də atırdıq bura. Hamısını tapdıq həqiqətən. Birinci qurduğumuz doğru idi. İndi sual cavablayırıq. Verilənlərdən istifadə edərək diaqnoz və bunların deyir texniki qulluq göstərdikləri avtomobillərin sayının artma ardıcıllığı. Deməli, necə olacaq? Silingər ən azdır, 4'dür. Silingərdən sonra elektrikdir, 9'dur. Elektrikdən sonra vulkanizatordur, 11'dir. Sonra diaqnozdur,
16'dır. Ardıcıllıq budur. Deməli, bizdə silingerin kodu 4'dür, elektrikin kodu 3'dür, vulkanizatorun kodu 2'dir, diaqnoz da 1'dir. 4, 3, 2, 1 ardıcılığı Y variantı uyğun gəlmiş olacaq bizə. 31-ci suala baxırıq. Yazıb ki, anaqramda həll etməliyik. Biri birinci sözün sonu, ikinci sözün əvvəlidir. Baxın, cavab olacaq B. Nəyə görə? Bu anaqramdır. Bundan düzəltsəm sözü D, vət olacaq, elə deyil. Baxın, eyni hərflərdir. T, V və Ə hərflərdir. Dəvət və tən. Birinci sözün sonu, ikinci sözün əvvəli oldu. B variantı doğrudur. 32-ci sual. Deməli, baxın, bu qırıq-qırıq xətlər boyunca soldakı şəkli sağa qatlamalıyıq. Sağdakı şəkildə bu qırıq-qırıq xətlər boyunca sola doğru qatlamalıyıq. Oxlar da bunu göstərib onsuz da. İndi mən soldan sağa qatlamaq nə demək? Güzgəks deməkdir. Qara nöqtədən aşağı xəttim düşəcək. Yenə həmin qara nöqtədən aşağı xəttim düşdü. Tam eyni yerə düşməlidir. Qara nöqtələr çünki eynidirlər. Üstə düşməlidirlər. Deməli, güzgüdən uzaqda belə bir düz xəttim varsa, yenə güzgüdən uzaqda bir düz xəttim olmalıdır. Yəni, gəlib düşməlidir bu düz xəttim bura. Sonra yenə baxın, güzgüdən nisbətən uzaq küncdə belə bir düz xəttim var. Yenə güzgüdən uzaq küncdə burada belə bir düz xəttim olacaq. Deməli, sol tərəfi güzgü əks etdi. İndi gələn sağ tərəf güzgü əks edək. Baxın, bu qırıq xətlər boyunca sağdan sola doğru. Güzgüdən uzaqda belə bir xəttim var. Yenə güzgüdən uzağa gəlib düşəcək bu. Buradakı da V hərfinə bənzər hissə isə simmetrik olaraq keçəcək bura. Belə bir vəziyyət alınır. Gəlin indi variantlara baxaq, görək harda verilib bu. Diqqətlə baxsaq, A yanlışdır. Burada bir xəttimiz yoxdur. Sonra baxın, burada bir xəttimiz var, hansı ki bu düz xəttimiz. D-də yoxdur, yanlışdır. Şagilə belə bir xətt verib, Y-də yanlışdır, elə bir xəttim yoxdur sol tərəfdə. Baxın, burada mənim belə bir xəttim var. Sağda burada. C-də yoxdur, yanlışdır. Deməli, doğru cavabımız nə olur burada da? 32-də də B variantı olmuş olur. Keçirik 33-cü suala. Baxın, oxşar birini daha öncə işləmişdik model sualları arasında. 5 tərəfi var. Bu 5'dir. 4 tərəf var, 4'dür. 5'dən 4 çıxanda nə qalır? Baxın, bundan söhbət gedir. 1 qalır. İndi 9'dan 1 çıxır, 8. Deməli, burada 5 tərəf var. Bunda 1, 2, 3, 4, 5, 6, 7, 8 tərəf var. 5 ilə 8 arasındakı fərq nə qədər? 3'dür. Elə deyil. Burada kənar çoxdur deyə 4'ün üstə gəlir. 3'ü 7 alır. Deməli, kənar azdırsa çıxıram, kənar çoxdursa toplayıram. Bu 5'dir. Kənardakı 6'dır. Arasındakı fərq 1'dir, elə deyil. Bunun 6 tərəf var. Bunun da 5 tərəf var. Kənardakının tərəfi daha çoxdur. Nə qədər? 1 vahid. Deməli, 2'nin üstə nə gələcəm? Elə bu 1'i gələcəm, alacam neçənin 3'ü. Cavab olacaq yenə B variantı. 34'ə baxırıq. Deməli, oxşarlarını çox işləmişik. Sürətli yazmaq üçün artıq cavab variantlarına baxacaq. Cavab variantlarla paralel işləyəcək. A variantı və B variantı arasında ixtiyari bir fərqə baxdıqda mən görürəm. 1, 2, ikinci saniyədə baxın 1, 2, 3, 4. Bu 4'dədir. Bu 4'dədir. 1, 2, ikinci saniyədə 1, 2, 3, 3 sonunda 5'dədir. Baxın bu nöqtəm. Gəlin baxaq. Həmin nöqtəni almağa çalışaq. Neçənə saniyədən söhbət gedir? İkinci saniyə, birinci, ikinci saniyə, 3 burada olmalıdır. Biraz sürüşüb bu. İndi baxın. Bir qiymətlərə baxıram. K qrafiki hansıdır? Bu yuxarıdakı qrafikdir. Deməli, ikinci saniyədə kəsişmə nöqtəsi nədir? 3'dür. K-nın yerinə yazıram 3'ü. İkinci saniyədə elə baxıram. Elinin kəsişmə nöqtəsi hansıdır? Baxın buradadır. 2'dir. Yazıram 2. İkinci saniyədə H-la kəsişmə nöqtəsi hansıdır? Baxın budur. Nə qədərdir? Bura 1-dirsə 0.5'dir. Oldu 0.5. 2 vurulsun 0.5 bizə verəcək 1'i. 3'ün üstə 1 gələndə bizə verəcək 4'ü. Deməli, nə alırıq buradan? 4 alırıq. Tam alırıq. Baxın, A variantı tamdır. Amma B tam deyil. Görürsünüz 3.5'ə düşüb. B variantı silirəm. Digər variantlarda tamdır, saxlayıram. Keçirəm. Məsələn, A ilə C arasındakı bir fərqə baxmağa. Deməli, diqqətlə baxanda fərqi harada görürəm? Baxın, 3-cü saniyədə. Bu yenə kəsirlidir, yəni tam ortaya düşür. Neçəsə tama düşür, yəni tam alınmır. Neçə alınıb? 1, 2, 3, 4, 5, 5.5'ə düşür. Belə deyək. Bu isə 3-cü saniyədə 1, 2, 3, 4 tam 5'ə düşüb. Biri 5'dir, biri 5.5'dir. Gəlin baxaq. 3-cü saniyədəki vəziyyətə baxıram indi. Deməli, 3-cü saniyə buradır. Bu halda baxıram ki, 3-cü saniyədə K-nın qiyməti nədir? K-nın qiyməti tam deyil. 1, 2, 3, 4, 4 onda 5'dir. 3-cü saniyədə L-in qiyməti nədir? Baxın burada 2'dir. 3-cü saniyədə H-in 2 dənə qiyməti var. Biri 1'dir, biri 0.5'dir. Bir dəfə 1 yazıram.
2 ilə 1 2. 4 onda 5'in üstə 2 gələndə 6 onda 5. Bir dəfə də 0 onda 5 yazıram. 2'ni vuranda 0 onda 5'e. Bu bize verir 1'i. 4 onda 5'in üstə də 1 gələndə nə alınır? 5 onda 5 alınır. Hər iki halda nə alındı? Kəsir alındı. Gəlib baxıram aynasıya. 2 dənə qiymət var. Baxın 3-cü anda. Bu 5'dir. Bu 6 onda 5'dir. Amma məndə biri 5 onda 5 idi, biri 6 onda 5 idi. A variantı yanlışdır. Baxın burada bu 5 onda 5'e uyğun gəlir. Bu nöqtə isə 6 onda 5'e uyğun gəlir. Tamamilə doğrudur. D variantında da eyni vəziyyətdədir. O da doğrudur. Y variantında eyni vəziyyətdə də o da doğrudur. S ilə Y arasındakı indi ixtiyari bir fərqə baxmış olsaq. Yəni diqqətlə baxaq görək fərqi harda görə bilirik. Baxın 1, 2, 3, 4, 5. 5-ci anda 5-ci saniyədə. Burada qiymətim tam uyğun gəlir, elə deyil. 1, 2, 3, 4, 5'e. Burada isə 5-ci anda qiymətim tam uyğun gəlməyəcək. Diqqətlə baxaq, daha doğrusu 6'ya uyğun gələcək. Burada da 6'dadır. Gəlin baxaq, 5-ci saniyədə hesablayaq. Deməli 3, 4, 5 buradan söhbət gedir. Diqqətlə baxıram. K'nın qiyməti 4'dür. Daha sonra L'in qiyməti 2'dir. H'ın qiyməti 1'dir. 2 ilə 1, 2, 4'ün üstə gələndə 6. 6 almalıydım, elə deyil. Amma D-də 5 alınmışdı, yanlışdı. S variantı hələ ki doğrudur. Daha sonra elə Y variantı hələ ki doğru görsəniz bir problem yoxdur. 6-cı saniyədə bir problem var. Baxırıq bura. 6-cı saniyədə 1, 2, 3'dür bunun qiyməti. 6-cı saniyədə 1, 2, 3, 3 onda 5'dir bunun qiyməti. Deməli 1 3'dür, 1 3 onda 5'dir. Görək hansı doğrudur? 6-cı saniyəyə baxırıq indi. 6-cı saniyəyə baxın. 1, 2, 3, 4, 5, 6 buradır. 6-cı saniyədə diqqətlə baxsaq. K'nın qiyməti nədir? Harda kəsişdi? Tam burada. Yəni 1, 2, 2 onda 5'də. K'nın qiyməti oldu 2 onda 5. Növbəti L ilə harda kəsişir? 6-cı saniyədə yuxarı qalxıram. Baxın burada kəsişdi. Qiymət nədir? 2'dir burada. L 2'dir. H-dan harda kəsişdi? Baxın yenə 0 onda 5'də kəsişdi. Deməli H-da 0 onda 5'dir. İndi baxın. 2 onda 5'i 2'ni 0 onda 5'e vuranda alınır 1. 2 onda 5'in üstə 1 gəldi 3 onda 5 alınır. Deməli 3 onda 5 aldım. Məndə 3 onda 5 olan hansıydı? S variantıydı. Deməli Y-ni də siləm. S variantı doğru cavab variantım olmuş olur. Vaxt aparan sualdır amma bir o qədər də maraqlı və vacib sualdır. 35-ci sual doğru açılışı tapmalıyam. Verilmiş qatlar boyunca simmetri olmalıdır. Baxın aldadıcı məqam var idi burada. 1. Kəsik hardadır? Bu düzbucaqlı kəsik kağızın burasında da elə deyil. Burada olmalıdır. Yəni baxın burada belə bir variant var. Mən bu qat boyunca bunu açırdım. Bu düşürdü əvvəlcə bura. Baxın belə bir üçbucaq alınırdı burada. Daha sonra mən bunu bütöv şəkildə baxın bu qat boyunca açdıqda bu düşürdü bura. Yenə burada bir üçbucaq alınırdı. Yəni ona bitişik mən doğru çəkməmişəm. Baxın burada bitişikdir deyə. Elə burada xəttimi çəksəm görərəm. Baxın bu bura keçirdi. Bu da hara keçirdi həmin xətt boyunca? Baxın bu ortadakı qırmızı və ya rəngi dəyişirəm. Baxın bu. Bu xətt boyunca buradakı hissəm gəlməli idi bura simmetrik olaraq. Amma burada bir dənə üçbucaq var, burada iki dənə üçbucaq var. Simmetriya pozulub, A variantı yanlışdır. Daha sonra baxın, diqqətlə baxsaq Y variantı da yenə yanlışdır. Həmin qat boyunca simmetriyə baxsaq. Baxın bu qat boyunca güc əksi olmalıdır. Bu bura keçib doğrudur. Amma bu bura doğru keçməyib. Düzbucaqlı üçbucaqdır. Katetdirsə katet keçməli idi bura. Amma bura hipotenuz keçib. Bu simmetrik hissə baxın burada hipotenuzdursa hipotenuz olmalıdır burada. Amma burada katetdir. Hipotenuz buradadır. Yəni simmetri pozulub Y variantı yanlışdır. Daha sonra S variantı yanlışdır. Çünki mən bu qat boyunca simmetriyə baxanda buradakı üçbucaq bura üçbucaq olaraq keçməli idi. Amma bura düzbucaqlı olaraq keçib. S yanlışdır. Növbəti B yanlışdır. Çünki baxın mənim bu qat boyunca simmetriyama baxmış olsam bu keçdi bura doğrudur. Bəs buradakı bu şəkildə bura keçməlidir axı. Bu da bura keçməlidir. Burada da belə bir vəziyyət olmalı idi ki, birləşsinlər, bu vəziyyətə mənə gətirsinlər. Amma baxın burası heç də keçməyib. Deməli B yanlışdır. Doğru cavab variantı olur. Məhz D variantı. Çox da mürəkkəb nəyisə çəkməyə çalışmayın. Sadə simmetriyaları yoxlayın, alınacaq. 36. Karandaş sualdı. Yazıb ki, qırmızı və sarı rəngli karandaşları sarı karandaşların yanaşı 2-dən, qırmızı karandaşların yanaşı 4-dən çox olmaması şərti ilə düzülürsə. Deməli, maksimum variantda 9 karandaş var deyə 1-dən 9-a qədər düzürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bilirik ki, bizim bir karandaşımız varsa mümkün düzülüş variantlarının sayı 2 üstü 1'dir. Karandaş sayı qüvvətdə rəng sayı əsasında
2 karandaşımız varsa 2 üstü 2. 3 karandaşımız varsa 2 üstü 3. 4 2 üstü 4'tü. 5 karandaş 2 üstü 5'ti. 6 karandaş 2 üstü 6'dı. 7 2 üstü 7. 8 karandaş 2 üstü 8'di. 9 karandaş ise 2 üstü 9'du. Heç bir şərt olmadığı təqdirdə mənim 9 karandaşım varsa, mümkün düzülüş variantlarının sayı 2 üstü 9, yəni 500 neçə olacaq? 12 olmuş olacaq. 8 isə 256-dır bu qaydada. 2 üstü 1 nə deməkdir? 2. 2 üstü 2 nədir? 4. 2 üstü 3 8. Baxın 2-yə vura gedir. 16, 32, 64, 128. Heç bir şərt olmadığı təqdirdə, məsələn, mənim 5 karandaşım varsa 32 mümkün düzülüş variantım var. Qırmızı və sarı rənglər olduğu halda. Amma burada şərt verilib. Deyir ki, sarı rəngli karandaşların yanaşı 2-dən, qırmızı karandaşlarına 4-dən çox olmaması şərti ilə. Birinci hər zaman kiçik şərtdən başlayayım bununla. 2-dən artıq sarı yanaşı gələ bilməz deyil deyə 2 dənə sarı yanaşı gələ bilər. Amma 2-dən artıq yox. İlk problem harda yaranır? 2-dən artıq dediyi üçün ilk problem yaranır 3-də. Qayda olaraq yadda saxlayırdıq ki. Baxın, ilk problem yaranan yerdə bizim neçə dənə şərtə zid vəziyyətimiz olurdu? Bir dənə şərtə zid vəziyyət olurdu. Hansı olduğunu heç mən də yazmayacağım, siz də yazmayın, ehtiyac yoxdur. 8 dənədən biri şərtə ziddir, geri qaldı 7-si. Digərlərində şərtə zid vəziyyəti yox idi deyə bunlar sabit qalırdı 2 və 4 olaraq. Növbəti ikinci problem harda yaranırdı? Davamında yenə problem burada yaranırdı. Elə deyil, 3-dən sonra 4-də, 4-dən sonra 5-də problem yaranan yerine gedir. Çünki 2-dən artıq sarı yanaş gələcək axı hər birində. Növbətdə isə 3 dənə problem olurdu həmişə. Birincidə 1 dənə problem, ikincidə 3 dənə problem. 16-dan 3 çıxanda qalır 13. Davamını düşünməyə ehtiyac yoxdur, ardıcıllıq çıxırdı. Baxın, 2 dənədən artıq gələ bilməz dediyi üçün, məhz 2 dediyi üçün 3 dənənin cəmi 1 növbətini verəcək. 2, 4, 7 cəmi 13. 4, 7, 13 cəmi bizə neçəni verir? 24. Növbəti 4, 7, 13, 24 cəmi bizə neçəni verir? 44'ü. Növbəti 13, 24, 44 cəmi 68, 78, 81 verir. Daha sonra 24, 44, 81 cəmi bizə neçəni verəcək? 68, 148, 149'u verəcək. Baxın, artıq heç hesablamanıza ehtiyac yoxdur. Mən 149'dan aşağı düşmək üçün mənə 50 dənə şərtə zid vəziyyət lazımdır ikinci halda. Amma bu qədəri olmur heç bir halda. Nəyə görə? 4 dənədən sonra problem yaranırsa ilk problem 5'də olacaq ikinci şərtdə. 5 dənədən sonra nə qədər problem olsun ki 149 düşsün 99'a? Olmayacaq. Ona görə yenə də amma qurmaq istəsəz qurun. İkinci şərti, baxın davam etdirmirəm, ehtiyac yoxdur. İkinci şərtdə yazılıb ki 4 dənədən çox qırmızı ola bilməz. Deməli 4 dənədən çox qırmızı ola bilməz deyir deyə 4 dənə olar. Amma 4'dən çox məsələn 5 dənə olmaz. Bu halda mənim ilk problemim harda yaranır? 5'də yaranır. İlk problem olan yerdə neçə şərtə zid idi? Biri 24'dən 1 çıxıram qalır 23. Digərlərində şərtə zid vəziyyəti yox idi deyə sabit qalırdılar. 2, 4, 7, 13, 23. Növbətdə ikinci problem olan yerdə neçə problem olurdu? 3 dənə problem olurdu. Həmişə birincidə 1, ikincidə 3'dür. 44'dən 3 çıxanda 41. Davamında ardıcıllıq düşünəcəydik. Baxın 2, 4, 7, 13, 23, 41. Mən nə edə bilərəm? Diqqətlə baxsam 13'dən 23'ü necə ala bilərəm? Burada 2 dənə 3 dənə fərqli ardıcıq düşünmək olardı. Ən primitivi buydu. 2'nin üstə 4 gələrəm 6, üstə 1 gələrəm 7. 4'ün üstə 7 gələrəm 11, üstə 2 gələrəm 13. 7'nin üstə 13 gələrəm 20, üstə 3 gələrəm 23. 13'ün üstə 23 gələrəm 36, üstə 4 gələrəm 41'i vermədi. 1, 2, 3, 5 ilə gedəcək burada. Baxın Fibonacci dəstəsində eyni şeydir. Eyni ardıcılıqdır. 1, 2 cəmi 3, 2, 3 cəmi 5, 3, 5 cəmi 8. İndi toplayıb üstə nə gələcəm? Bu ikisini toplayıb üstə gələcəm 8'i. 23, 41, 64. Üstə də 8 gəlmiş olsaq neçəni verəcək? 72 verəcək. Növbəti. Baxın mən artıq 41 ilə 72'ni toplayanda 3 rəqəmlə də alınır. Heç üstə nəsə gəlməyimə ehtiyac qalmır. Məndən nə istəyirdi? Deyirdi ən çox neçə karandaş olmalıdır ki mümkün düzülmə variantlarının sayı 2 rəqəmlə də olsun. Deməli onsuz da mən 41 ilə 72'ni toplayanda yenə burada 3 rəqəmlə də alınacaq. Deməli maksimal neçə oldu? 7 karandaş oldu ki məndə 2 rəqəmlə də alsın. 8 karandaşda artıq nə olursun 3 rəqəmlə də keçəcəkdi deyə maksimal 7 karandaşımız olmalıydı. Doğru cavab variantı oldu A variantı. Bu suallar biraz çətin suallardır.
Dönə-dönə lazım olsa izaha baxın ki, bir problem yaşamayasınız. 37-ci suala keçid edirik. Rənglərin toplanmasıdır. Baxın, müxtəlif fiqurlar, eyni rənglər, müxtəlif rənglər, eyni fiqurlar gördünüzsə, rənglərin toplanmasına baxın. Yəni ağ, qara, qara, ağ. Baxın, bura qaradır, burada qaradır. Nəyi verib burada? Ağı verib. Yazıram, qara plus qara bərabərdir ağa. Bir yerdə bunu gəlin sübut edək, görək doğrudurmu? Bura qaradır, burada qaradır. Burada nəyi verib ağı? Deməli, həqiqətən tapdığımız qayda-qanunluq doğrudur. İndi ağla ağa baxaq. Bura ağdır, burada ağdır. Ağ plus ağ bizə verib ağı. Ağ plus ağ bərabərdir ağa. İndi ağ plus qaraya baxaq. Bura ağdır, bura qaradır bütöv. Yenə qaranı verib. Ağ plus qara verib qaranı. Növbəti. Qara plus ağ. Bura məsələn qaradır, bura məsələn ağdır. Nəyə verib qaranı? Qara plus ağ da bizə verib qaranı. Şərti bir dəfə yoxladıq ki, ödədi. Artıq ikinci, üçüncü dəfə yoxlamağa ehtiyac yoxdur. Bu tipi sualların 99%-i onsuz da gəlib rənglərin toplanmasına çıxır. Yəni imtahan sualların hamısı demək ki, bu şəkildə olub rənglərin toplanması formasında, amma siz yenə də yoxlayın bir yerdə, iki yerdə ki, həqiqətən rənglərin toplanmasıdır. Yəni həqiqətən hər yerdə qara plus qara ağı verirmi? Bir iki nəsə yoxsa kifayətdir. Birbaşa cavab variantları arasındakı fərqə baxıram. A variantı ilə B variantı arasındakı fərqə. Bura qaradır, bura ağdır. Həmin hissəyə baxıram birbaşa. Baxın, söhbət buradan gedir. Bura ağdır. Bura nədir? Qaradır. Ağ plus qara bizə qaranı verirdi. Deməli, B-də ağdır, yanlışdır. C-də ağdır, yanlışdır. D-də həmin hissə ağdır, yanlışdır. Qaldı A variantı və Y variantı. Gördünüz? Variantlar arası fərqə baxanda üçü birdən getdi. Aynı Y arasındakı fərqə baxanda, məsələn, bura fərqlidir. Bura məndə qaradır, sağ aşağı məndə bura nədir? Ağdır. Birbaşa sağ aşağıya baxıram. Bura ağdır, bura da ağdır. Ağ plus ağ bizə verirdi nəyi? Ağı verirdi. Y-də qaradır. Yeni siləm doğru cavab variantı. 37-də də olur A variantı. 38-ci sual. Sınıq xətt sualdır. Model sual olub daha öncə, amma imtahanda olmayıb. Sadəcə demin model sual olduğu üçün, yəni jurnalda olduğu üçün sala bilər deyə, az da olsa ehtimal var deyə bunu da həllini mütləq bilməliyik. Yazıb ki, verilmiş şəklin üzərində yalnız sətr və sütunlar üzrə keçən, yəni baxın bu daxildə olan, özü ilə kəsişməyən, bütün qara və boz xanaları birləşdirən qapalı sınıq xətt çəkin. Nə demək istəyir? Baxın, hər iki şərtlərə diqqət yetirmədən deyir ki, belə bir dənə xətt çəkin. Bütün qara və boz xanalardan keçsin və bir-biri ilə kəsişməsin. Amma hamısından keçsin. Sonra, yəni məsələn baxın, bu şəkildə olmasın. Kəsməsin özünü və ya çarpaz keçməsin. Şaqil və üfüqi keçsin ancaq. Sonra, şərtlər belədir. Deyir, xətt boz xanalardan düz keçməlidir. Yəni, baxın, boz xananın içində mən dönə bilmərəm bu vəziyyətdə. Bozdan düz keçməliyim bu vəziyyətdə. Yuxarıdan aşağı, məsələn, burada gələ bilmərəm, xəttdən kənara çıxacam. Yəni, mütləq belə olmalıdır. Bu bir. Sonra, lakin əvvəlki və ya sonraki və ya hər iki xanada 90 dərəcə dönməlidir. Məsələn, tutaq ki, bundan düz keçdi. Ya burada aşağı dönəcək və ya yuxarı dönəcək, ya burada aşağı dönəcək və ya yuxarı dönəcək, ya da hər iki tərəfində dönəcək, aşağı və ya yuxarı, fərqi yoxdur. Amma mütləq dönməlidir ona bitişik xanalarda. Sonra, davamda yazıb ki, xətt qara xanalarda 90 dərəcə dönməlidir. Yəni, buradan düz keçə bilməz. Bunun içindən ya belə dönəcək, ya belə dönəcək. Hər hansı bir istiqaməti dönməlidir. Bunun içində 90 dərəcə sınmalıdır. Lakin nə əvvəlki, nə də sonraki xanalarda dönməməlidir. Baxın, buradan sındısa bu vəziyyətdə, bu iki xanada dönə bilməz. Bunları düz keçməlidir. Bu şərtlər daxil idi. Mən həmin xətləri qurub sual cavablayacağım. Həmişə küncdə olanlardan başlayayım bu şəkildə. Onlarla işləmək daha rahatdır. Küncdə olan qara xanada mən məcburən 90 dərəcə dönməliyəm deyə yuxarı və sola çıxa bilmərəm onsuz da. Verilmiş cədvəldən kənara çıxmış oluram. Məcburən aşağı düşəcəm və sağa gedəcəm. Ona bitişik xanalarda dönə bilmərəm deyə nə etdim? Birbaşa keçdim. Baxın, burada artıq qaraya bitişik xanada mən düz keçməliyim deyə bəri başdan gəlib buradan düz keçirəm. Bunun içində 90 dərəcə döndərirəm. Yenə ona bitişik xanadan döndərmirəm, saxlayıram. Yenə eyni qayda. Buradan aşağı düşürəm ki, qara xanaya bitişik xanada burada döndərməyim. Amma qaranın içində döndərirəm. Oldu bu vəziyyət. Gəldik bura. Qaraya bitişik xanada burada döndərə bilmərik. Bura qədər gətirdik. Daha sonra. Davamında. Kənarda olan boz, baxın 2 dənə 3 dənə belə boz xana gördünüzsə, mən buradan düzünə keçə bilmərəm axı. Paralel xətlər çəkin. Baxın, mən bu paralel xətlərdən yuxarı getsəm, bəs buna hara gedəcəm və yuxarı getsəm buna necə birləşdirəcəm? Deməli, aşağı düşüb bunları birləşdirməliyəm. Bu əla. Baxın, bir tərəfində döndü, içində dönmədi, amma düzünə keçdi. Sonra, baxın, mən bura gəlib bunun içindən dönüb sağa gedə bilərəm. Gördünüz, 3-dən döndü artıq. Boz xananın bir tərəfi döndü. Qara xanaya bitişik xanada dönə bilmərəm deyə buradan düz keçdim. Qaranın içindən döndüm aşağı. 90 dərəcə dönməliyəm. Aşağı dönüb gəlirəm bura.
Bozxanadan düz keçməliydim. Keçdim. Bozxananın hər hansı bir tərəfinə dönməliyəm. Baxın, burada dönməmişəm. Burada dönməliyəm mütləq. Döndüm sola doğru. Artıq nə edə bilərəm? Çox da mürəkkəb nəsə fikirləşmirəm. Burada bunları artıq birləşdirməyə çalışmalıyam. Ona görə aşağıdakı xətləri gətirib birləşdirəcəm bunları bu vəziyyətdə. Yuxarıdakıları da birləşdirməliyəm. Buradan düz keçirəm. Onsuz da bir tərəfində burada dönmüşəm, kifayətdir. Gəlirəm bu qara xananın içinə. Qaradan aşağı düşsəm kəsəcəm xətti, kəsmirəm. Düzünə gedə bilmərəm, 90 dərəcə döndürməliyəm, məcburən yuxarı döndüm. Ona bitişik xanada dönmürəm, biraz yuxarı gedirəm. Bozxananın bir tərəfinə dönməliyəm deyə buradan dönürəm və bozxananın içindən düz keçirəm. Əla, bitdi. Baxın, bütün verilmiş şərtlərə əsasən verilmiş xəttimizi qurduq, özü ilə kəsişmədi, bütün qara və bozxanalardan keçdi. Sual belə idi. Sınıq xətt rəqəmlərlə işarələnmiş xanaların hansılarla keçə bilməz? Bir 5-dən keçmədi, bir də 2-dən keçmədi. Cavab oldu 2-5 A variantı. Keçirik 39-cu suala. Rənglənmiş hissənin sahəsini tapmağa çalışmalıyıq. Baxın, nə edə bilərik? Bütöv fiqurun sahəsini tapıb ağ fiqurun sahəsini ondan çıxmaq olar. Və ya burada simmetrik fiqur da tapmaq olar əslində. Baxın necə? Bu fiqurları ayrı-ayrı hesablanıb onların sayına vurmaq olardı. Sadəcə burada biraz mərkəzləri fiqur var deyə qarışıq olacaq. Ən rahatı bütövdən ağı çıxmaqdır. Deməli, bura 6-dır, burada 6-dır. 6 dəfə 6, 36. Bütöv 36-dır. 36-dan çıxırıq nəyə? Ağ hissələrin sahəsini ki, rənglənmişi tapaq. Baxın. Əgər şərt verilməyibsə ki, bir tərəfimiz bu qədərdir, onsuz da verilib əslində ki, bura 6-dırsa, baxın 1, 2, 3, 4, 5, 6. Bir dama 1 santimetrdir. Bu halda. Baxın. Mən kvadratlara 1 deyəcəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 sahə burada. İndi baxıram düz bucaqlı üç bucaqlara, bunlara. Biri burada. Biri burada. Bir dənəsi buradadır. Bir dənəsi də buradadır. Böyük düz bucaqlı üç bucaqlar. Bunların sahəsindən kat edilir hasilinin yarısıdır, elə deyil. Bura 1 damadır, bura 2 damadır. Yəni 2 vurulsun 1 bölünsün 2. Bu bizə verir 1'i. Deməli qırmızıların da sahəsi 1'dir. 1, 2, 3, 4. 4 dənə 1 də burada plus 4. İndi hesablayırıq nəyə? Kiçikləri. Baxın bunları. 1, 2, 3, 4 dənə də bunlardır. Yenə kat etləri hasilinin yarısı kimi baxa bilərsiniz. 1 vurulsun 1 bölünsün 2. Yəni bizə nəyə verir? 2 də 1'i verir. Yəni bunun birinin sayısı 2 də 1'dir. 1, 2, 3, 4. 4 dənə də bundan var deyə. 4'ə vuranda nə alacağım buradan? 2 alacağım. Deməli plus 2. Bu da bizə verir 14'ü. Deməli ağ hissələrin sahəsi 14'dür. Bütövdən ağ hissələrin, yəni rənglənməmişlərin sahələrini çıxsaq nə alarıq? 22 almış olarıq. Deməli doğru cavabımız olur C variantı. Rənglənmiş fiqurun sahəsi oldu 22 kvadrat santimetr. Cavab oldu C. Keçirik 40-a, şifrə sualdır. Dedik ki, sütun baxırıq bu şifrələrə. Birinci sütunda hamısı fərqli hərflərdir. İkinci sütunda baxın nə var? 2 dənə B var. 2 dənə Y var, 1 dənə A var. Mən gəlib baxıram, burada ikinci sütuna baxdığım kimi şifrə hissəsində ikinci sütuna baxmalıyam. Baxın. 3, 9, 9, 4, 4. 2 dənə 9 var, 2 dənə 4, bir dənə 3 təkdir. Burada da tək olan A hərfi idi. Deməli, A'nın şifrəsi 3'dür. Harada A'nı görürəmsə yerinə 3 yazıram. Baxın, harada gördümsə yerinə 3 yazdım. İndi baxın. 2 dənə 3 olan bir dənə bu şifrə idi, elə deyil onsuzda. Deməli, birbaşa yazıram yerinə. C olur 5, N olur 1, L olur 2. İndi əksəriyyətini tapmışıq. Görək bizdən nə istəyir? Bizdən 49.531 istəyir. 49.531. Gəlin tapaq. Çox da vaxt itirməyəcək onsuz da. Görək 49.531 hansıdır? Yazıram burada. 49.531. İndi baxın bunu tapmağımız istəyir. Bir dənə şifrəsi idi. N'in şifrəsi idi. N'i yazıram bura. 3 nə idi? A. A'nı yazdım bura. 5 nə idi? C. C'ni yazdım bura. Sonra canla bitməlidir. Baxın canla bitən bir dənə var. O da hansıdır? Budur. Deməli bir dənə olduğu üçün B, Y, C, A və N hərfləri olacaq. Yəni bu şəkildə. Çünki başqa bir variant yoxdur. Variant vaxt itirməmək üçün artıq birbaşa keçici variantlara baxırıq. Aldığımız hansı idi? B variantı idi. Deməli doğru cavabımız oldu B. 41-ci sual. Çox rahat gedəcəkdik. Bir-birindən fərqli olmalıdırlar. 2 dənə ipucu var. 2 yox, hətta 3 dənə. Ən çox istifadə olunan halda biraz düzü burada çətindir. Bundan daha rahat baxacağıq. Amma bunu mütləq bilməliyik. Baxın, mən 2 dənə hərfi, birini A yazıram, birini B yazıram. Bu A olsun, bu B. Rəngimizi dəyişək. Bu A'dır, bu da B'dir. Mən B'ni A'ya vuranda
B-nin özünü alınan 2 hal ola bilər. 1. Ola bilsin dairə nədir? 1-dir. Dairə 1 olsaydı hamısı eyni qiymət alardı. 4 rəqəmli qiymət alınmazdı artıq. Deməli dairə 1 deyil və ya burada da eyni vəziyyətlər alardıq. Eyni vəziyyətlər almamışıq. Deməli dairənin 1 olmadığını bilirəm. Daha sonra başqa nə ola bilər? Başqa ehtimallarımız bunlardır. Bax mən vurmuşam B-ni ayağa, almışam nəyi sonu B ilə bitib. Bu ola bilər. 2 vurulsun 6 12. Daha sonra 4 vurulsun 6 24. 5 vurulsun 3 30 15 35 deyirdim. Daha sonra 5 vurulsun 7 35 və 8 vurulsun 6 48. Bu ehtimalları mütləq əzbər yadda saxlayırsınız. Çox aşırı istifadə edirdim bu hallardan vurma hissəsində. Bunlardan hər hansı biri olmalıdır mütləq. Və ya 1 vurulsun ola bilər. 1 vurulsun çox istifadə etmir. Onsuz da onu baxar kimi görmək olur. Amma ən çox istifadə etdiyi hal budur. Bunlardır. Gəlib baxardıq ki, B-nin qiyməti nə ola bilər ki, mən onu 7-yə vuranda 29 alım. Növbəti ipucumuz buydu. Təbii ki 4 olardı, elə deyil. B-nin 4 olduğu halda A-nın qiyməti nə idi burada? 6 idi. 4 dəfə 6 24-ü verirdi bizə. Deməli B 4-dür və ya 3-bucaq 4-dür, dairə 6-dır. Birbaşa bitdi. Doğru cavabımız olur da. Başqa nədən görə bilərdik? Baxın. 2-nin üstə 9 gəlmişəm. 11. Əvvəldən 1 yadda qalıb. 12. 2 yazaq 1 yadda. 1 yadda. 5 də burada. Nə olur? 6 olur. Dairənin 6 olduğunu buradan belə görürdük. Dairə 6 idisə, üstbucaq da 4 idi. Deməli, cavab oldu A variantı. Keçirik 42-yə. Baxın. Cədvəlin içində hərflər verilib, rəqəmlər verilib, qarışıq ifadələrdir. Nə verilibsə bir kənardan yazın. K plus A bərabər neçəyə? K plus A bərabərdir 2L plus 2-yə. Sonra L plus B bərabərdir nəyə? 2M plus 7-yə. Sonra M plus C də bərabərdir 2K plus 1-ə. Çox mürəkkəbdirsə bir kənarda yazandan sonra onları tərəf-tərəfə toplayın. Əmin olun ki alınacaq. Bunları tərəf-tərəfə toplayıram. Nə alınır? K plus L plus M plus A, B, C. Burada verilib ki A, B, C 5'ə bərabərdir. Yəni mən bu A, B, C-nin yerinə birbaşa nə yazıram? 5 yazıram. Bərabərdir. Hərəsində 2 dənədir. 2L plus 2M plus 2K plus 2, 7, 1 cəmi 10 plus 10'a. Daha sonra İndi baxın. Mən bu K elemi atıram sağ tərəfə, onu atıram sol tərəfə və ya yəni məlumları bir tərəfə, məhsulları bir tərəfə yığıram. 2L-dən L çıxanda L qalır. L. 2M-dən M çıxanda M qalır. Plus M. 2K-dan K çıxanda K qalır. Plus K. Bərabərdir. 5'i atıram onun yanına. Ondan 5 çıxanda 5 alınır. LMK cəmi neçədir? 5'dir. Məndən də elə 10 soruşurdu. Deməli cavabımız nə oldu? C variantı 5 oldu. Baxın nə qədər bəsitdir. Tərəf-tərəfə topladım. ABC-nin qiymətini bildiyim üçün birbaşa 5 yazdım. Məlumları bir tərəfə, məhsulları bir tərəfə atan kim cavabım gəlib çıxmış oldu. 43-cü sual. Çox mürəkkəb düşünmürəm. Sağ tərəfdə şaqilidir, üfüqidir, şaqilidir. İndi nə olar? Üfüqi olar, üfüqi xəttim. B-də şaqilidir, yanlışdır. D variantı üfüqi xətt yoxdur, adı üfüqi xətt yoxdur, yanlışdır. Qaldı Y və C. İndi baxıram. Baxın, üstdəki üçbucaq düşdü önə. Üstdəki ağ fiqur düşdü önə. Üstdəki düz xəttim düşməliydi hara? Önə. Önə düşdüyü bir dənə variant var, o da C-dir. Doğru cavabımız oldu C. Artıq necə hərəkət edib, hara hərəkət edib, heç onu düşünməyimə ehtiyac da qalmır. Təsəvvür etməyimə ehtiyac qalmır. 44-cü sual. Afrika materiklərdən biridir. Çay dənizlərdən biri deyil. Amerika şəhərlərdən biri deyil. Zirvə şah dağlardan biri deyil. Şah dağ zirvələrdən biri. Ardıcılıq pozulub. Afina adalardan biri deyil. Afina yarımadadır. C variantı getdi. Nə qaldı? A variantı qaldı. İspaniya dövlətlərdən biridir. 45-ci sual. Yenə model bir hesab əməlidir. Nisbətən çətindir. Ən çətin hesab əməllərindən biridir yenə də bu. Yazılıb ki, verilmiş hərflər bir-birinə fərqli rəqəmlərdir. Baxın, sıfırdan fərqlidir şərti qoymayıb. Sıfır ola bilərlər. Bilirdik ki, sonuncu sütunda K, L, K 3 dənə hərfi toplamışam. Onlardan hər hansı bir aşağı düşübsə, digər ikisinin cəmi 10'dur. Tutaq ki, bu K hərfi düşdü aşağı, bura düşdü. Digər K, L-in cəmi neçədir? 10'dur. Yazıram bir kənardan K plus L bərabər 10'a. Bu getdi. Sonra baxın. 3 dənə hərfi toplayanda maksimal alına biləcəyim cəmim 24'dür. Deməli, I hərfi maksimal neçə ola bilər? 2 ola bilər. 9, 8 və 7 cəmini toplasam 24'ü alınır. Yadda 6 da qala bilməz əvvəldən ki 6 yadda qalsın.
Deməli, yadda neçə qalır qalsın? 25, 26 nə olsun? Artıq nə olacaq? Maksimal 2 olacaq. Amma 1 də ola bilər. Yəni bu maksimal haldır. Deməli, i-nin qiyməti ya 1-dir, ya da 2-dir. Birinci 1 olmuş olsa, K-ni topladıq 10. Üstə məsələn 3 gəldi, 13 3 yazdıq, 1 yadda, elə deyil tutaq ki. Yəni burada nə olsun? 1 yadda qalır. 3 sənəni toplamışam. 3-ə. Plus o 1 yadda qalan nə alınıb burada? Ya 11 ya 21. 11 də yazsaq yanlışdır, 21 də yazsaq yanlışdır. Nəyə görə? Çünki 11 yazsaq 3-ə 11-dirsə, 3-ə plus 1 11-dirsə, 3-ə buradan bərabər olur ona. Əlin konkret qiymətini almaq mümkün deyil. Bu doğru deyil. 21 olsa 3-ə bərabərdir 20-yə, yenə konkret qiymət almaq mümkün deyil. Deməli, burada problem yarandı. i-nin qiyməti 1 deyil, i-nin qiyməti 2-dir. Əgər 2 olsa, 3 sənəni topladım 3-ə, plus yadda qalan buradakı 1 bizə hər halda 2-ni verməz. Deməli, bu ya 12-dir, ya 22-dir. 12 olsa ödəmir. Amma 22 olsa ödəyir. Yəni 22-dir ki, 2 yazmışam, 2 yadda qalıb. Bu halda 3-ə bərabər olur 21-ə, ə bərabər olur 7-yə. Ənin qiyməti oldu 7. i-nin qiyməti oldu 2. Bunları tapdıq. Növbəti. Baxın, gəlir digər hissəyə. Yenə burada görürəm ki, T-ni toplamışam, 20-lərdə bir ədəd alınıb. Deməli, bu 20 neçədirsə, bir kənarda yazıb yoxlayıram. Və ya belə də düşünə bilərik. Baxın, sonda nə demişdik? K-lardan bir aşağı düşübsə, hərflərdən bir aşağı düşübsə, digər ikisinin cəmi 10-dur. Bu ortadakı sütunda və əvvəldəki sütunda olanda 10 olmur. Ya 8 olur, ya 9 olur. Baxın, T-ni toplamışam, T düşüb aşağı. Deməli, L plus L neçədir məndə? 10 deyil, 11-lik ki, 10 deyil. Çünki 10 olsaydı, əvvəldə yadda qalan da var idi, ödəmirdi. Əvvəldə neçə yadda qalıb? Əvvəldə yadda qalan 22 idi, 2 yadda qalmışdı. Plus 2. Deməli, burada sonu 0 alınmalıdır ki, üstə nə gəlsəm aşağı düşsün. 10 deyil. Çünki 10 olsa 1 yadda qalır. Qarşı 2 keçmir. Deməli, bu 20-dir. Buradan 20 alınmalıdır ki. 20, baxın, 2 dənə el toplamışam. Üstə də qalıq qalan 2-ni gəlmişəm. 20 alınıb. Üstə məsələn nə gəlmişəmsə düşüb aşağı. Bu halda 2 dənə elin qiyməti burada 9 olmalıdır ki, 9 plus 9 18-i versin. Üstə 2 gəlim 20 alınsın. Deməli, elin qiyməti 9-dur. El 9-dursa K nədir? 1-dir. Əla, bunu da tapdıq. K 1 deyil, 9-dur. İndi, baxın, T-nin qiymətini soruşmur məndən. T-nin qiymətini tapmalıyım. T-nin qiyməti 1, 7, 1, 2, 7 və 9 istisna hamısı ola bilər. Nə ola bilər? 3, 4, 5, 6, 8 ola bilər. Deməli, T-nin ala biləcəyi qiymətlər bunlardır. İndi gəlirəm sual cavablama. Deyir, aşağıdakılardan hansının doğru olma ehtimalı daha azdır? T L-dən kiçikdir yazılıb. T-nin qiymətləri bunlardır. L-in qiyməti nədir? 9-dur. İstənilən halda kiçikdir. Yəni nə olacaq? 5 ehtimalın 5-dən kiçik olacaq. Bunun ehtimalı nədir? 5-də 5-dir. Yəni 1-dir. 100%'dir. A variantı az deyil. A-nı sildik. B-də yazıb ki, T tək ədəddir. 5 dənə qiymət ala bilərdi T. 3, 5 təkdir, qalanlar cüddür. Yəni 5 dənə ədəddən ikisində bu ödəyir. Yəni ehtimal nə oldu? 5-də 2. C-də yazıb ki, T 5-dən böyükdür. Baxın, 5-dən böyük olduğu hal 2 dənədir. 6 və 8. Yenə 5 dənə ədəddən ikisində bu hal ödəndi. Yenə 5-də 2-dir. Hər halda 2 dənə yeni variant ola bilməz deyə B-ni sildim. D-də yazıb ki, T K-dan böyükdür. K bizdə neçədir? 1-dir. Bütün ehtimallarda 5 ədədin 5-ində də K-dan böyükdürsə 5-də 5, yəni 1-dir. 1-dirsə bunu da siləm. Ehtimal daha böyük, yəni konkretdir, 100%'dir. Qaldı Y variantı. Doğru cavabımız olur Y. Yazıb ki, T-dən böyükdür. Baxın, neçədir bizdə? 7-dir. 7-dən böyük olduğu hal 1 dənədir. O da 8 aldı. Yəni 5-də 1-dir bunun ehtimalı. 5 dənə ədəddən birində belədir. Deməli, ehtimal daha azdır burada. 5-də 1 olduğu üçün Y variantı doğru cavab kimi götürmüş oluruq. Və keçirik 46-cı suala. Yazıb ki, vakant iş yerinə qəbul olmaq üçün sənəd qəbulunun ikinci günü birinci günü ilə müqayisədə 5 dəfə çox kişi, 2 dəfə çox qadın müraciət edib. Və ümumilikdə ikinci gün 41 nəfər olub. Birinci gün, ikinci gün. Birinci gün müraciət edən kişilər və qadınlar K-dır, kişilər, qadınlar 2-dür. İkinci gün müraciət edən kişilər 5 dəfə çoxdur, yəni 5 K-dır. İkinci gün müraciət edən qadınlar isə 2 dəfə çoxdur birinci günə nisbətən, yəni 2 2-2-dür. Bunların cəmi deyir neçədir? 41-dir. İndi, aşağıdakilərdən hansı mütləq doğrudur?
Baxın, 5K 2Q'dən 41 alınıbsa, 2-yə vuranda cüt ədəd alındığı üçün, nəticə tək olduğu üçün mən K-nın qiymətini tək götürməliyəm. Əgər K-nın qiymətini cüt ədəd götürmüş olsaydıq, cüt plus cüt bizə tək ədədi verməzdi. Yenə də gəlib yoxlayacağım. Baxın, mən düşünsəm ki, birinci gün bir dənə 2 müraciət edib. Bu halda K-nın qiyməti 1 olsa 5 də 1, 5. 5-in üstə 2Q gəldim, bərabər oldu 41-ə. Buradan 2Q bərabər olur 36-ya, Q bərabər olur 18-ə. Həqiqətən ödədi. Doğrudur. Yəni qiymətim alındı. 1 oldu, 18 oldu. Daha sonra Q-nun qiyməti baxın, K-nın qiyməti 2 olmaz, cüt olmaz. Cüt olsa 5 dəfə 2 10. Burada 2-yə vurmuşam, cüt alınıb. Cüt plus cüt mənə tək ədədi verməz. Heç yoxlamıram artıq. Deməli, K-nın qiyməti 3 olmuş olsa, bu birinci ehtimal idi. Bir də yoxlayıram K-nın 3 qiymətini. K3 olsa 5 dəfə 3 15. 15 plus 2Q bərabər olub 41-ə. Buradan 2Q bərabər olur. 41-dən 15 çıxanda 26. Q bərabər olur 13-ə. Ödədi, hər hansı bir problem yoxdur. Növbəti. Onsuz da bilirəm ki, kişilərin qiyməti məndə cüt ola bilməzdi. Yəni 4 verə bilmərəm, 5 verəcəm. 5 də 5, 25. 25 plus 2Q bərabər olub 41-ə. Buradan 2Q bərabər olur 16-ya, Q bərabər olur 8-ə. Deməli, ödədi yenə. Kişilərin sayı 5 olduqda qadınların sayı oldu 8. Növbəti ehtimal. Onsuz da cüt verə bilmərəm deyə 6 verə bilmərəm, 7 verəcəm. 7 versəm 5 dəfə 7 35. 35-in üstə 2Q gəlsən bərabər olur 41-ə. Buradan 2Q bərabər olur 6-ya, Q bərabər olur 3-ə. Deməli, kişilərin sayı 7 olsa, qadınların sayı olacaq 3. Bu ehtimalda 7 ödədi. Bir problem yoxdur yəni. 8 olmaz. Kişilərə 8 verə bilmərik onsuz da. Dedi ki, cüt ədəddən istifadə etməyəcəyik. Burada artıq 41 tək ədəd olduğu üçün. 9 versək 9-da 5, 45. Artıq baxın 45, 41 açdı. Qadınlar heç nə qalmadı. Mənfi qiymət alsın gerək qadınlar. Mümkün deyil axı mənfi qiymətdə say. Deməli, bu sonuncu ehtimalımız idi, 7 ehtimalı. Gəlib baxırıq indi nəyə? Verilmiş şərtlərə. Deyir, aşağıdakılardan hansı mütləq doğrudur? Birinci gün müraciət edənlər arasında kişilərin sayı qadınların sayından az olub. Baxın, kişilərin sayının qadınların sayından çox olduğu halda var. Bu mütləq səhv və ya mütləq doğru deyil. Biri götürmürəm. Sənəd qəbulunun ilk 2 günündə müraciət edənlərin ümumi sayı 50-dən çox olub. Deməli, ikinci gün istənilən halda nə qədər idi? 41 idi. Hər bir ehtimalda 41 idi. 1 plus 8, 18, neçəni verir? 19. 41, 19, 60. 3, 13. 16, 41. 50-dən çoxdur. 5, 8, 13, 41. 50-dən çoxdur. 7, 3, 10, 41 də bu 51. 50-dən çox olub. Mütləq doğrudur ki, yəni soldakılarla 41-in cəmi 50-dən böyük verdi. Həqiqətən doğrudur. Bütün ehtimallarda ödədi. 3-də yazıb ki, ikinci gün müraciət edən qadınların sayı ondan çox olub. Baxın, bu ola da bilər, olmaya da bilər. Əgər birinci gün 18 qadın müraciət etsə, ikinci gün gərək 36 qadın müraciət etsin. Bunu 2 misli qədər, çünki qadın olmalıdır. Mütləq doğru deyil. Bu da hələ ki ondan çoxdur doğrudur. Amma burada baxın, 3 dənə qadın müraciət etmiş olsaydı, 2-ni 3-ə vursam 6 dənə qadın müraciət edirdi. Ondan az idi. Yəni mütləq doğru deyil. Ola da bilər, olmaya da bilər. Növbəti 4-də yazıb ki, birinci gün müraciət edən kişilərin sayı ondan az olub. Bütün ehtimalların hamısında birinci gün müraciət edən kişilərin sayı ondan azdır. 4 doğrudur. 5-də yazıb ki, birinci gün müraciət edən qadınlar ikinci gün müraciət edən kişilərdən az olub. Birinci gün müraciət edən qadınlar ikinci gün müraciət edən kişilərdən az olub. Ola da bilər, olmaya da bilər. Çünki baxın, məsələn 18 dənə qadın müraciət etsə, neçə dənə kişi müraciət edirdi? 25 dənə. 13 dənə qadın müraciət etsəydi, neçə olurdu? 13 olmuş olsaydı. 13-ü 2-yə vurduq 26. Burada neçə qalırdı? 15 qalırdı, elə deyil. Bəli, hələ ki qadınlar kişilərdən çoxdur. Amma bir də yoxlayaq tərsini. Qadınların kişilərdən az olduğu hal. 3 dəfə 2, 6. 6 olsaydı. Baxın, birinci gün müraciət edən qadınların ikinci gün müraciət edən kişilərdən az olub. Baxın, əslində elə birbaşa tapmışıq. Birinci gün müraciət edən qadınların sayı, məsələn, nə olsaydı? 8 olsaydı, tutaq ki, ikinci gün müraciət edən kişilər nə qədər olurdu? 8 dəfə 2, 16-dırsa, burada qalırdı 25. Elə deyil. Burada nə olub? Az olub. Amma digərlərində nə gördük? Bəzilərində çox görürdük. Məsələn, birincidə biz hesabladıq, nə aldıq? Baxın, şu 18 olsaydı, K neçə olurdu? K-nın bir qiymətində 5də 1, 5 olurdu. Burada qadınlar kişilərdən çox idi. Bəzilərində qadınlar kişilərdən çox olur, bəzilərində kişilər qadınlardan çox olur. Deməli, bu ehtimal da doğru deyil. Mütləq doğru deyil, yəni.
Doğru cevabımız ne olurdu? 2 ve 4 olmuş olurdu. Bu sualın doğru cevabı oldu 2 ve 4. Keçirik 47'ye. Yazıb ki ipin bir yarısını 8, diğer yarısını ise 5 beraber hissəyə böldülər. Bu bizim ipimizdir. Tam ortadan bölmüşük. Bir yarısını 5'ten hissəyə bölürəm. 1, 2, 3. 1, 2, 3, 4. Bir tane de buradan çıxıyıb 5. Digər yarısını 8 hissəyə bölürəm. Hər nəsə, çox da uzatmayacağım. Parçanın uzunluğu x-dir. Onu əvvəlcə ortadan böldüm yarısını. Yarısı yazılır, belə deyil. Nə alındı? X bölünsün 2 alındı. Növbəti. Deyir, ipin yarısını 8 hissəyə bölürəm. Deməli, bunu 8'e bölmək nə deməkdir? Kəsri bölmək veya x bölünsün 2 8'e bölmək nə deməkdir? X bölünsün 2'ni 8'de 1'e vurmaq deməkdir. Burada nə alınır? X bölünsün 16 alınır. Deməli, x bölünsün 16 alındı. Sonra digər yarısını isə 5 bərabər hissəyə bölürəm. Deməli, digər yarısı da x bölünsün 2'dir. Çünki x'i ortadan bölmüşəm. Bunu 5'e bölmək nə deməkdir? 5'te 1'e vurmaq deməkdir. Burada nə alınacaq? X bölünsün 10. X bölünsün 10 oldu. Deməli, uzun parça ilə qısa parçanın fərqi 12 santimetrdir. İndi baxın. Uzun parça hansıdır? Məlum məsələ budur. Qısa parça hansıdır? Məlum məsələ budur. Deməli, uzun parçadan nə çıxıram? Qısa parçanı çıxıram. Əgər verilmiş kəsrləri müqayisə etmək istəyirsinizsə, sürətlər bərabərdirsə, məxrəci kiçik olan böyükdür, məxrəci böyük olan kiçikdir. Sanki tərsidir. Məxrəc böyükdürsə, ədəd kiçilir. Yəni, x bölünsün 10 böyükdür, x bölünsün 16 kiçikdir. Mənə burada deyir ki, onların fərqi 12 santimetrdirsə, ipin uzunluğu neçə santimetrdir? Deməli, x bölünsün 10'dan x bölünsün 6'ın çıxanda nə alam? 12 alam. Bunlar üçün ortaq məxrəc neçə olacaq? Bunlar üçün ortaq məxrəc olacaq 80. Deməli, x bölünsün. 80 olmaq üçün 8'e vuracağım. 80'də 10x minus. Bunu da vurmalıyım 5'e. 80'də 5x minus. Deməli, bərabər olur nəyə? 80'də ilə 5x-a. Deməli, bu bərabər olub neçəyə? 12'yə. Çarpaz vururam. 5x bərabər olur. 80 vurulsun 12. Hər iki tərəfi 5'e bölürəm. Bu zaman nə alacaq? X bərabər olacaq. 80 vurulsun 12 bölünsün 5. İxtisarlarımızı aparırıq. 80'i 5'e bölündü biz nə alırdıq? 16 almış olurduq, elə deyil. 16'ını da vuracaq 12'yə. Burada ama bir hissəni biz doğru hesaplamadıq. Baxın, bu neçəyə vurmuşduq? Biz 8'e vurmuşduq. 10 idi. Bu 8x idi. 8x-dan 5x çıxanda biz 3x qalırdı, elə deyil bizdə. Bu halda, deməli 3'e bölür deyəsində. Bunu doğru hesaplayaq, bir problem yaşamayaq bu hissədə. Deməli, baxın 3 ilə 12 ixtisar gedəcəkdi. 3 ilə 12 ixtisar gedəndə nə alınırdı bizdə? 3 burada qalırdı 4. 4'də 80 vuranda alınırdı 320. Deməli, x-in qiyməti nədir? 320'dir. Parçanın ilkin halda uzunluğu 320 santimetr olub. Daha sonra keçirik nəyə? 48-ci suala. Deməli, yazılıb ki, sürətləri 100 km/saat və 80 km/saat olan iki qatarın uzunluqları müvafiq olaraq 100 metr və 120 metrdir. Qatarlar qarşılaşdıqda neçə saniyə sonra bir-birindən aralanmış olarlar. Qarşı-qarşıya gələn iki dənə qatar var. Bu A qatarıdır, bu da B qatarıdır. Deyir ki, onlar qarşılaşırlar hər hansı bir nöqtədə və bir-birindən tam uzaqlaşdıqları nə qədər neçə saniyə sonra bir-birindən tam uzaqlaşmış olarlar. Deməli, mən burada nə etməliyəm? Birinci sürətlərlə işləyəcəm. Baxın, biri buradan gəlir, biri də qarşıdan gəlir. Biri sabit durub digər hərəkət etmir ki, hər ikisi müəyyən sürətlə hərəkət edir. Bu 100 km/saat sürətlə gəlir, bu 80-lə gəlir. Bu zaman bir-birinə hansı sürətlə yaxınlaşmış olacaqlar? Baxın, əgər biri sabit qalsaydı, digər də mən saatda 100 ilə gəlir, buna yaxınlaşır, soldakı. Axı, digər də sağdan buna doğru yaxınlaşır. Bu zaman yaxınlaşma sürəti deyəcək buna sanki. Yaxınlaşma sürəti nə olacaq? Hər ikisi hərəkət edir, hər ikisi müvafiq sürətlərlə hərəkət edir deyə sürətlərini toplayacağıq. Biri 100 ilə gəlir, biri 80 ilə. Qarşı-qarşıya gəldikləri üçün sürətləri toplayırıq. Olur saatda 180 km. İndi məndən sonra saniyə soruşur deyə, saniyə ilə soruşduğu üçün mən keçirəcəm bunu saniyəyə. 180 km saatı saniyə metr bölünsün saniyəyə çevirmək üçün mən nə edərəm? Buradan bunu, baxın, kilometri metrə çevirmək üçün 1000'ə vuraram, 3600'ə bölərəm. Burada indi İxtisarlarımızı aparmış olsaq, baxın, bu ixtisar yerində 180'dən burada qalır 20, 1000'i də 20'yə bölünür, burada qalır 50. Deməli, yaxınlaşma sürətləri nə qədərdir? Saniyədə 50 metrdir. Bunlar saniyədə 50 metr hərəkət edirlər sanki. Və sanki gəldilər bir nöqtəyə çatdılar. İndi bir-birinə uzaqlaşmalılar. Birinin uzunluğu 100'dür, digərinin uzunluğu isə 120'dir.
Ümumi nə qədər məsafə qət etmiş olacaqlar? 100 burada, tutaq ki, bu 120 olsun. Tamam, bu uzundur. Bu qısadır. Bu 100 olsun. 120 ilə 100 ümumilikdə nə qədər məsafə eləyəcək? 220 metr məsafə eləyəcək. Bunlar tam bir-birindən ayrılmaları üçün, biri tam bu nöqtəyə gələcək, biri tam bu nöqtəyə gələcək. Tam bir-birindən ayrılmaları üçün bizə nə qədər məsafə lazımdır? 220 metr məsafə qət etmələri lazımdır. İndi 1 saniyəyə 50 metr məsafə qət edirlərsə, x saniyəyə də 220 metr məsafə qət edəcəklər. Mən nə edəcəm buradan? X-i tapmaq üçün x bərabər olacaq 220 bölünsün 50-yə. Bu da mənə verəcək 4,4 saniyəni. Deməli, cavabımız olur 4,4 saniyə. İmtahanda açıq suallar kəsirli olmur, amma yenə də həllini bilmək mütləq lazım olacaq sizin üçün. Növbəti 49-cu suala keçid edirik. Tərəzi sualdır. 1-dən 9-a qədər bizə rəqəmlər verilib. Bir kənardan yazıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Baxın, dedik ki, fiqur sayı çoxdursa, qiymət yüngüldür. Fiqur sayı azsa qiyməti çoxdur. Baxın, fiqur sayı çoxdur. Burada minimal qiymətləri istifadə edəcəm. Elə ardıcıl əlki yazıram 1, 2, 3. 1, 2, 3 cəmi neçədir? 6. Bura 7, 8, 9 yaza bilərəm, amma 7 yazacağam. Çünki 7 yazmasam, digər tərəfdə bura 8, 9 yazanda ödəməyəcək. Çünki sol tərəf ağırdır. Hansı tərəf aşağı düşüb, sol tərəf ağır tərəfdir. Bu 7 olsa, 3 buzağı da burada 1 yazmışdıq onsuz da. 1 yazsaq, 7 plus 1, 8. Sol tərəf ağır deyə bura 9 yazacağım. 1, 2-ni, 3-ü, 7-ni və 9-u tapmışam. Baxın. Buna 1 verə bilmərəm, 2, 3 verə bilmərəm, istifadə etmişəm. 4 verəcəm, 5 də verə bilmərəm. 5 plus 5, 10 eləyər. Bura gərək 10 olsun. 10 məndə yoxdur axı. 4 verəcəm, 4 plus 4, 8. 4-dən 8-i tapdım. Qaldı 5, 6. 5-nin 6-nı istifadə edəcək digər tərəzilərə. İndi baxın. Mən görürəm ki, ağ dairə A kvadratdan nisbətən ağırdır ki, aşağı düşüb. Ona görə burada bunların yerini dəyişsək daha yaxşı olacaq. Buna 2 verək, ağ dairəyə 3 verək. Bu zaman rahat ödəyəcək. Əks təqdirdə ödəmirdi. Ağ dairə 3'dür, A kvadrat 2'dir. Yenə eyni məntiqlə ağır olan hissəyə böyük ədəd yazacağım. 6'nı yazıram bura, yüngül olan hissəyə yüngül ədəd, kiçik ədəd yazacağım. 2, 5 cəmi 7, 3 plus 6 cəmi 9. Həqiqətən 9 7-dən ağırdır. Baxın, sağ tərəf aşağı düşüb. Hamısını tapdıq ödədi, gətirib yerinə yazıram. Sonra da artma ardıcılığı ilə düzməliyik. Deməli, qara kvadrat bizdə oldu 6. Qara dairə 5. Ağ 3 buzaq 8. Boz dairə 7. Artma ardıcılığı deyirsən, minimal olan 2'dir. Birinci gəlir 2. Sonra 6'dır. Sonra gəlir 1. 6'dan sonra 7'dir. Sonra gəlir 4. En sonunda 8'dir. Onun da kodu 3'dür. Gəlir 3. Deməli ardıcılığımız bu şəkildə oldu. 2, 1, 4, 3 ardıcılığı doğru olmuş olacaq. Sonuncu suala baxırıq. 50-ci sual. Yazıb ki, dairəvi bir yolda bərabər aralıqlarla dirəklər düzülüb. Günel və Kamal eyni istiqamətdə bu yol boyunca dirəkləri saya-saya gəzir. Onlar fərqli nöqtələrdən başlayıblar. Kamalın saydığı 12-ci dirək, Günelin saydığı 25-ci dirəklə eynidir. Günelin saydığı 8-ci dirək, Kamalın saydığı 100-cü dirəklə eynidir. Dairəvi yolun ətrafında ümumilikdə neçə dirək var? Təsəvvür edib yaza bilsəz əla, yazdınız əla alınır. Bu şəkildə çəməni və ya dairəvi bir park çəkirsiniz. Ağacları təxmin olaraq düzürsünüz və ya deyirsiniz ki, məsələn necə? Təxmin olaraq düzmürük təbii ki, ağacları. Deyirik ki, Kamalın saydığı 12-ci dirək. Buradan Kamal hərəkətə başlayır, gəlir bura 12-ci dirək olur. Bu halda Günelin saydığı 25-cidir. Deməli, Günel biraz arxadan gəlib bura 25 olub. Bu şəkildə qeyd edib aradakı məsafələri taparaq tapmaq olar. Amma mən təbii ki, bu qədər uzatmayacağım. Bu sual ilk dəfə 2023-cü ilin dim sınavına düşüb. Bu ədədlər düşmüb, fərqli ədədlər düşüb təbii ki, amma bu tipli bir sual düşmüşdü. O sualda da eyni qaydanın işləyəni birə-bir alınırdı. Biz nə edəcəyik burada? İlkin olaraq 4 dənə ədəd verilib. 12, 8, 25 və 103. Bütün bu sualların hamısını da ödəyəcək. Böyük ədədləri bir toplayacağım. 103 ilə 25 böyüklərdir. 12 ilə 8 kiçiklərdir. 2 dənə ən böyük, 2 dənə ən kiçikləri müvafiq olaraq toplayıram. 103 plus 25 mənə verir 128. 12 ilə də 8-i toplayıram. Kiçikləri 1. Bu da mənə verir 20-ni. 28-dən də 20-ni çıxana nə qalır? 108 qalır. Bitdi. 108 mənim doğru cavabımdır. Baxın, heç nəyi qurmağa, təsəvvür etməyə ehtiyacınız yoxdur. Mütləq bu tip suallar hamısını da ödəyəcək. Böyük ədədləri toplayıram. 103 ilə 25 toplayıram. 128. 12 ilə 8 toplayıram 20. 128-dən 20 çıxaram nə qalır? 108 qalmış olur. Bitdi. Doğru cavabım 108 olmuş oldu. Bununla da sınaq 17-nin izahının sonuna gəlmiş olduq. Növbəti sınaq izahlarına görüşənə qədər hələlik.